Salamlayıram hər birinizi coğrafiya sevərlər. Bu günləri Azərbaycanın relyefi, endogen relyef formaları testlərinin izahına baxacaq. Vaxt itirmədən keçək izahlara. 1. Kür və Araz ovalığının düzənliklərini soruşur bizdən. Kür Araz ovalığının düzənlikləri. Hansı düzənliklər var? Baxar. Şirvan, Muğan, Arazboy, Şərur, Naxçıvandakı düzənliklərdir. Bax, Naxçıvanda Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yaycı, Ordubad. 7 dənə düz var, bax bu hissədə. Arazboy, Şərur olmaz. Muğan, Qarabağ, Samur, Dəvəçi, Salyan düzü. Qarabağ düzü bəli oldu. Sonra Muğan düzü, bax bu hissədə Muğan düzü olar. Salyan düzü, bax bu hissədə Salyan düzü olar. Samur, Dəvəçi ovalığı bu hissədə aid deyil. Ona görə B-də olmaz. Mil, Muğan, Salyan və Şirvan düzləri. Fikir verin, Mil düzü, Muğan düzü, Salyan düzü, bir də bax bu hissədə Şirvan düzü. Hər biri harada yerləşir? Kür Araz ovalığında yerləşir. D variantında Muğan, Lənkəran, Qarabağ, Qanıq, Əyriçay. Fikir verin, Qarabağ oldu. Sonra Qarabağ oldu. Qanıq, Əyriçay da uyğun gəlir. Muğan düzü də uyğun gəlir. Lakin Lənkəran Kür Arazda yerləşmir. Ona görə D olmaz. Y variantında Şirvan, Qarabağ, Qusar mailli düzənliyi olmaz. Bax bu hissədə Qusar mailli düzənliyi. Ona görə C variantı. İkinci suala baxaq. Kiçik Qafqazın zirvələrinin hündürlüyünə görə ardıcıl azalma sırasını müəyyən edin. Kiçik Qafqazın zirvələri. Camışdağ yerləşir harada? Murovdağ silsiləsinin ən hündür zirvəsidir. Hündürlüyü 3724 metrədir. 3724 metrə. Böyük Kirç Qarabağ silsiləsinin ən hündür zirvəsidir. 2725 metrə. Qapıcıq, bax, Naxçıvanda Zəngəzur silsiləsinin ən hündür zirvəsidir. 3904 metrədir. Bizdən soruşur ki, hündürlüklərinə görə azalma sırası. Ən çox Qapıcıqdır 3, sonra Camışdağ 1, sonra Böyük Kirç 2. 3, 1, 2. Yəni C variantı. Üçüncü suala baxaq. Biçənək aşırımının yerləşdiyi dağ silsiləsini müəyyən edin. Biçənək aşırımı yerləşir harada? Fikir verin, biçənək aşırımı. Yerləşir 3204 metrə. Biçənək aşırımı Zəngəzur silsiləsində yerləşir. Növbəti suala baxaq. Buzlaqlara malik olan dağ zirvələri və onların əsas yaranma səbəbləri. Buzlaqlara malik olan dağ zirvələri və onların əsas yaranma səbəbləri. Deyim ki, buzlaqların olması üçün bizim ölkədə təxminən hündürlük 3900 və 900-dən yuxarı olmalıdır ki, həmin ərazilərdə buzlaqlar olsun dağların zirvələrində. Yəni 3900-dən yüksək olmalıdır təxminən hündürlüklər. 3900-dən yüksək olmalıdır. Baxaq. Şahdağ. Dübrar nə qədərdir Dübrarın hündürlüyü? Fikir verin. 2205 metrə. Yəni Dübrara görə olmaz. Gömürgöy Talışdadır. Hündürlüyü 2493 metrə. Gömürgöy də olmaz. Sonra Tufandağ yerləşir Qəbərədə. 4191 metrə. Fikir verin Tufandağa. Baş Suvarcı silsiləsində 4191 metrə. Qar xəttindən yüksəkdə yerləşir. Qapıcıq, bax fikir verin 3904 metrə Zəngəzur silsiləsində. Yeri gəlmişkən, Kiçik Qafqaz tektonik qalxma zonasında yalnız Qapıcıq zirvəsi qar xəttindən yuxarıda yerləşir. 3900-dən bir balaca hündür olduğuna görə. Qız yurdu fikir verin 2433 metrə. Olmaz qız yurduna görə, deməli C variantı da uyğun gəlmir. Şahdağ zirvəsi yerləşir harada? 4243 metrə. Yəni yan silsilədə yerləşən Şahdağ 4243 metrə olar. Tufandağ Qəbələdə 4191 metrə oldu. Bazardüzü Baş Qafqazda Azərbaycanın ən hündür zirvəsi 4466 metrə, qar xəttindən təxminən 3900 metrdən yüksəkdən keçməsi. Bəli, 3900-dən yuxarı ərazilərdə, yüksək ərazilərdə ölkəmizdə qar xətti yerləşir zirvələrdə. Y variantında Camışdağ olmaz. Kəpəz də olmaz.
Dəli dağda olmaz ümumiyyətlə. 5-ə baxaq. Daha güclü zəlzələlərin müşahidə edildiyi ərazilər. Güclü zəlzələlər ölkəmizdə hansı ərazilərdədir? Baxın, zəlzələlərin ən güclü baş verdiyi ərazilər ölkəmizdə konkret əsas 3 ərazinin adı çəkilir. Deyirəm, bax 3 ərazi. Şamaxı zonası ən güclü zəlzələlərin baş verdiyi zona. Şamaxı sınma zonası. Sonra Gəncə ətrafı və Gəncə və onun ətraf zonaları, bir də Zəngəzur silsiləsi. Bax bu 3 ərazi ölkəmizdə ən güclü zəlzələlərin baş verdiyi ərazilərdir. Bunu bir dəfəlik yadda saxlayın. Növbəti 6-cı suala baxaq. Böyük Qafqaz dağlarının şimal-şərqində yerləşən düzənliklər. Böyük Qafqazın şimal-şərqində, bax bu hissələrdə hansı düzənliklər yerləşir? Baxaq variantlara görə hansı düzənliklər yerləşir. Samur Dəvəçi ovalığı olar, Qusar maylı düzənlik, Şirvan düzü artıq Böyük Qafqazın haradadır? Cənub-şərq ətəklərindədir. Ümumiyyətlə cənub ətəklərindədir. Ona görə olmaz. Samur Dəvəçi ovalığı bəli bu hissədə olar. Şirvan düzünə görə eynən Şirvan düzü harada yerləşir? Bax bu hissədə Şirvan düzü olmaz. Qusar maylı düzənliyi olar. Qarayazı düzü yerləşir Akstafa rayonunun ərazisində. Bax bu hissədə. Ona görə Qarayazı düzünə görə də olmaz. Sonra Şollar düzü, Qusar maylı düzənliyi, Acınohur düzü bax bu hissədə. Olmaz. Həmçinin Qusar maylı düzənliyi, Şollar düzü olardı. Qusar maylı düzənliyi və bu hissədə bu da Şollar düzü, bax bu hissə olar. Növbəti Y variantına baxaq. Acınohura görə D variantı uyğun gəlmir. Qusar maylı düzənliyi, Şollar düzü və Samur Dəvəçi ovalığı. Fikir verin, hər biri ön Qafqaz, təxminən, yəni Böyük Qafqazdan şimalda yerləşir, şimal-şərqdə yerləşir. Samur Dəvəçi ovalığı, Qusar maylı düzənliyi, bir də bax bu hissədə Şollar düzü. Hər biri Böyük Qafqaz dağlarından şimalda, şimal-şərqdə yerləşir. 7-ci suala baxaq. Kür-Araz ovalığının dənizə birbaşa çıxışı olmayan düzənlikləri. Kür-Araz ovalığının dənizə birbaşa çıxışı olan düzənlikləri konkret Səlyan düzü, bir də cənub-şərqi Şirvan düzüdür. Səlyan düzü və cənub-şərqi Şirvan düzünün birbaşa dənizə çıxışı mövcuddur. Çıxışı olmayanları fikir verin, Mil düzü, Muğan düzü, Şirvan düzü. Bax burada Şirvan düzü, burada Muğan düzü, bu hissədə də Mil düzü. Bax, cənub-şərqi Şirvan düzü başqadır, Şirvan düzü başqadır. Bunları qarışdırmayın bir-birinə. Cənub-şərqi Şirvan düzündən Salyan düzünün dənizə çıxışı mövcuddur. Mövcud olmayanlar Mil, Muğan, bir də Şirvan düzü. Bax, bu hissəyə baxın. Mil düzü, Muğan düzü arasından arası say keçir. Burada da Şirvan düzü. Növbəti sualımıza baxaq. Sudur Şahdağ və Talış dağlarına aid ümumi cəhət. Sudur silsiləsinə Şahdağ və Talış dağlarına aid bizdən ümumi cəhəti soruşur. Bax, Sudur silsiləsi bax yerləşir bu hissədə. Rusiya ilə sərhəddə yerləşir. Sonra Şahdağ silsiləsi. Bax, biri var Şahdağ zirvəsi, bu yan silsilədədir zirvə. 4243 metr hündürlükdə olur. Biri də var Şahdağ silsiləsi. Şahdağ silsiləsi isə bax bu hissədə yerləşir, Ermənistanla sərhəddə yerləşir. Biri də Talış silsiləsi. O isə bax Talış zonasında, bax bu hissədə İranla sərhəddə yerləşir. Bu üç silsilənin aid ümumi cəhəti soruşulur. Böyük Qafqaz tektonik zonasına aiddir? Xeyr. Biri Böyük Qafqaz tektonika, digər ikisi isə Kiçik Qafqaza aiddir. Respublikamızın sərhədləri boyunca yerləşirlərmi? Bəli, sərhədlərdə yerləşirlər. Sudur Rusiya ilə, Şahdağ Ermənistanla, Talış silsiləsi isə İranla sərhəddə yerləşir. Aydındır. Digər variantlara baxaq. Çökmə mənşəli faydalı qazıntılar zəngindir. Xeyr, çökmələr ovalıqlarda olar əsasən. Respublikamızın ən hündür silsilələrdir. Xeyr, ondan da yüksək silsilələr var, yəni kifayət qədər. Paleozoy erasında formalaşmışdır. Xeyr, ölkəmizdə dağların əksəriyyəti Kaynazoyda, yəni Alp qırışıqlığında formalaşıb. 9-a baxaq. Dağ zirvələrini mütləq hündürlüklərinin artma sırasına görə müəyyən edin. Bazar yurt yerləşir, hündürlüyü 4100
4126 metrədir bazar yurdunun hündürlüyü. 4126 metrə. Dübrar 2205 metrə. 2205 metrə. Bax, burada bir silsilələr və onun hündürlükləri var. Bazar yurt nə qədər oldu? Başqafqaz silsiləsində yerləşir. 4126 metrədir. Sonra Dübrar dedik 2205 metrə. Qapıcıq 3904 metrə. Yəni burada uyğunluq belə deyim də dağ zirvələri hündürlük artma ardıcılığı pozulub yəni. Burada tamamilə səhvlik var. B variantına baxaq. Babadağ 3629 metrə. Bax, Babadağ burada yerləşir. Yeri gəlmişkən Babadağ Başqafqaz silsiləsi Tinovrostodan başlayaraq Babadağa qədər yüksəklik qurşağını təşkil edir. Babadağdan sonra artıq dağın hündürlüyü alçalmağa doğru başlayır. Ta gəlir Abşeron yarımadasına qədər, hətta alçaq tirələrlə Xəzər dənizinin suyun altından Türkmənistan sahillərinə qədər gedib çıxır. Yəni bir sözlə Babadağa qədər Başqafqaz silsiləsi daha çox hündürlüyə malikdir, daha çox şiş ucluq və parçalanması ilə seçilir. Bunu bilmiş olasınız. Babadağ 3629, Tufandağ 4191, Babadağdan sonra Tufan uyğundur. Böyük Kiç artıq 2725. Bax, ona görə burada da uyğunluq pozulub. Dəlidağ Kəlbəcərdə yerləşir. Qarabağ vulkanik yaylasında. Dəlidağ sönmüş vulkanik dağdır və ən hündür zirvə hesab edilir vulkanik yaylada. Dəlidağ olar 3616 metrə. Dübrar 2205 metrə azalmağa doğru gedir. Bax, bu da olmaz. Bazar düzü nə qədərdir? 4466 metrə. Harada yerləşir? Bax, bu hissədə Başqafqazın ən hündür zirvəsidir. 4466 metrə. Babadağ 3629 metrə azalma oldu. Bizə deyir ki, artan sırası olsun. Ona görə D də olmaz. Dübrar 2205 metrə. Tufandağ 4191 metrə və Şahdağ 4243 metrə. Bu düzgün artım oldu. Ona görə Y variantı. 10-cu suala baxaq. Sxemdə verilmiş rəqəmlərə əsasən coğrafi obyektləri və hündürlüklərinin artma sırasını müəyyən edin. Hündürlüklərin artma sırası olsun. Baxaq. Deyir ki, 1 nədir 1? -27 metrədə yerləşir. Təxminən bir Xəzər dənizi ola bilər. Bax, bu hissə Xəzər dənizidir. Və bu ərazini göstərir ki, bu hissə təxminən Xəzər dənizinin sahillərində yerləşir. 1. Yəni 1-ə Xəzər dənizinin sahilləri təxminən götürülə bilər. Fikir verək variantlara. Xəzər dənizinin özü də olar. Bəli, -27 metrə uyğun gəlir. Həmçinin Yaşma düzü də Xəzər dənizi sahilindədir. -27-də olar. Xəzər dənizi olar. Lənkəran ovalığı eynən. O da Xəzər dənizi sahilində -27 metrədir. Şollar düzü eynən -27 metrədə yerləşir. Sonra baxaq, ikinciyə baxaq. Təxminən hündürlüyü konkret 400 metrədə verib. 400 metrə ölkəmizdə nə var? Hansı relyef forması var? Bəli, birbaşa fikir verin. Torağay. Torağay 4400 metrədədir. Gömürgöy olmaz. Gömürgöyün hündürlüyü 2493-dür. Ona görə A variantı olmaz. Torağay olar. Camışdağa fikir verin. 3724 metrə. Yəni Camışdağ da olmaz, S də olmaz. Ceyrançöl, sonra Torağay, konkret Torağaya fikir verin. Torağay 400 metrədir. Sonra üçüncüyə baxaq indi. 3 harda yerləşir? 3 4243 metrə. 4243 metrə nədir? Bəli, yan silsilədəki Şahdağ zirvəsi. Nə zirvəsi? Yan silsilədə Şahdağ zirvəsi. Tufandağ yox. 4466 metrədə bəli, Bazarcı zirvəsi. Yəni B variantı. 11. Talış və Başqafqaz silsilələrinin ümumi cəhətləri. Talışla Başqafqaz silsiləsinin ümumi cəhətlərini soruşur. Baxaq, cavan dağlardır. Talış da Başqafqazda hər biri cavan dağlardır. Variant A variantı. Buzlaqlar yoxdur, Başqafqazda var. Filiz yataqları vardır. Nə Başqafqazda, nə Talışda, daha doğrusu Başqafqazda var, Başqafqazda. Polimetal filiz yataqları. Talışda demək olar ki, yoxdur. Sonra
Vulkanik süxurlar geniş yayılıb. Xeyr, vulkanik süxurlar geniş yayılmayıb. Alp çəmənlikləri geniş sahə tutur. Alp çəmənlikləri geniş sahə tutur. Talışda alp çəmənlikləri geniş sahə tutmur. Əksinə onun yerində bunu biosfer bölməsində keçəcək dağ kserofitləri tutur. Aydındır. Ona görə E variantı da olmaz. 12-ci suala baxaq. Qız yurdu zirvəsinin yerləşdiyi dağ silsiləsi. Qız yurdu harada yerləşir? Hansı silsilədir bu? Bəli, Talış silsiləsi A variantı. 13-cü sual. İranla sərhəddə yerləşən zirvələr. İranla sərhəddə hansı zirvələr yerləşir? Bəli, Gömürgöy və Qız yurdu zirvələri. Talışda yerləşən zirvələr. Gömürgöy və Qız yurdu. 14. Kür çayının sol sahilində yerləşən düzənliklər. Kür çayının sol sahilində yerləşən düzənliklər. Nə var bax bu hissədə? Ceyran çölü var. Sonra Acınohor düzü, Şirvan düzü, cənub-şərqi Şirvan düzü. Bax bunlar Kür çayının sol sahilində yerləşir. Baxaq variantlara. A variantına bax. Cənub-şərqi Şirvan Muğan düzü. Muğan düzü Kürün sağ sahilindədir. Olmaz Muğan düzü. Ona görə A variantı olmaz. Mil düzü sağ sahilindədir, olmaz. Şirvan cənub-şərqi Şirvan düzü. Şirvan düzü və cənub-şərqi Şirvan düzü Kürün sol sahilində yerləşir. Növbəti suala baxaq. Xəritə sxemi əsasən arazboyu düzənlikləri qruplaşdırın. Fikir verin, bir-bir yerlərinə baxmaq lazımdır. Arazboyu düzənlikləri. Arazboyu düzənliklərin bir-bir yerlərinə baxmaq lazımdır. Fikir verin, incə, bax bu hissədə, incə, gəyən, burada da hərami düzləri. Hərami, incə, gəyən düzü. Sonra bu hissəyə gəlirik nə? Ordubad və Gülüstan düzləri. İndi uyğunluq olaraq, ümumiyyətlə Naxçıvandakı düzləri də deyə bir-bir, yadınıza düşsün. Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yayçı və Ordubad düzləri. Baxaq indi bir-bir. Deməli, A variantından hansı getdi? Gülüstan düzü. Sonra B variantına oldu Ordubad düzü. C variantı oldu nə? Gəyən düzü. D variantı oldu incə düzü. Deməli, Y variantı da oldu hərami düzü. Bir də bax, bunları yadda saxlamaq üçün bir incə məqam deyim. Bax, burada hərami düzü var. Burada gəyən düzü var. İkisinin arasında düz bir balaca incəlir. Və bu hissə olur incə düzü. Bu məntiqlə də yadda saxlaya bilərsiniz. 16-ya baxaq. Xəritə sxemi əsasən Kür çayının sahilində olan düzləri qruplaşdırın. Baxaq bir-bir. Bax, bu hissədə nə yerləşir? Bax, fikir verin, Qarabağ düzü. Deməli, bura oldu Qarabağ düzü. Sonra, bax, gəldik bu hissəyə. Bu hissədə nə yerləşir? Şirvan düzü deyil də. A-da Mil düzü, C-də isə Muğan düzü, B-də isə cənub-şərqi Şirvan düzü. Bunları bir-bir uyğunlaşdırırsınız. 17. Daşüz və Xocaşen silsilələrinin arasında yerləşir. Fikir verin, bax bu hissələrə. Bax, burada 3 dənə, daha doğrusu 2 silsilə var və arasında bir çökək ərazi var. Bax, Mingəçevirin yuxarı hissəsi Xocaşendir. Ondan yuxarıda Daşüz silsiləsi var və arasında Acınohor düzü var. Acınohor. Daşüzlə Xocaşenin ikisinin arasında hansı düz var? Acınohor düzü. Y variantı. 18. Kiçik Qafqazın Azərbaycan daxilində olan dağ silsilələri və onların zirvələrinin müvafiq ardıcıllığını müəyyən edin. Kiçik Qafqazın Azərbaycanda olan daxilində olan dağ silsilələri və onların zirvələrinin müvafiq ardıcıllığını. Baxaq bir-bir. Şahdağ. Şahdağ silsiləsi bax bu hissədədir, Kiçik Qafqazda. Murovdağ silsiləsi, Peştəsər silsiləsi. Peştəsər oldu nə?
Kiçik Qafqazda yox, Peştəsər Talışda oldu. Ona görə A variantı olmaz. Murovdağ bəli, Kiçik Qafqazdadır. Talış olmaz. B getdi. Murovdağ Kiçik Qafqazda, Qarabağ Kiçik Qafqazda, Qovdaq silsiləsi, bax Qovdaq Niyaldağ silsiləsi bu hissədədir. Böyük Qafqazda. Ona görə C olmaz. Növbəti Dərəliyəz silsiləsi, Dərəliyəz silsiləsi. Haradadır? Dərəliyəz bax Naxçıvanda, Murovdağ bax bu hissədə, Kiçik Qafqaz dağlarında, Qarabağ silsiləsi isə bu hissədə. Bizdən nəyi soruşur? Fikir verin, bax burada bizdən soruşurmuş nəyi? Kiçik Qafqazın Azərbaycan daxilində olan dağ silsilələri və onların zirvələrinin müvafiq ardıcıllığı. Kiçik Qafqazın, mən burada Kiçik Qafqaz yəqin ki tektonik qalxmasından danışır. Kiçik Qafqaz dağlarını desəydi, bax Kiçik Qafqaz dağlarındakı zirvələri desəydi, onda bax burada Talışı götürməyə bilərdik. Ancaq burada variantda Kiçik Qafqaz yəqin ki tektonik qalxmasını nəzərdə tutub. Ona görə D variantını götürürük. Dərəliyəz, Murovdağ, Qarabağ silsiləsi, Küküdağ, Camışdağ, Böyük Kirs dağı, hər biri Kiçik Qafqaz tektonik qalxmasında yerləşir. Y-yə baxaq, Şahdağ silsiləsi olar Kiçik Qafqazda. Murovdağ da olar. Burovar silsiləsi, Qapıcıq, Babadağ artıq olmaz. Babadağ yerləşir Böyük Qafqazda. Ona görə Y də uyğun gəlmir. 19-a baxaq. Mütləq hündürlüklərinin azalmasına görə dağ zirvələrinin ardıcıl sırasını müəyyən edin. Mütləq hündürlüklərin azalması olsun. Bazardüzü 4466. Qızyurdu nə qədədir? 2433 metrə. Tufanda Qəbələdə nə qədədir? 4191 metrə. Azalması deyirsə azalma olmadı da. Burada yenidən Tufanda yüksək oldu, olmaz. Qapıcıq 3904 metrə. Camışdağ 3725 metrə. Bazardüzü 4466 uyğunluq pozuldu. Camışdağ nə qədədir? 3724 metrə. Şahdağ 4243 metrə. Azalma olmadı, artan sıra oldu. Bazardüzü 4466, Gömürgöy 2493, Qapıcıq 3904 metrə. Yenə uyğunluq olmadı. Bazardüzü 4466, Tufandağ 4191, Qapıcıq 3904, Gömürgöy 2493 metrə və uyğun olaraq azalma sırası düzgün verilib. 20-ci suala baxaq. Azərbaycanın sərhədləri boyunca uzanan dağ silsilələrini müəyyən edin. Sərhədlərimizdə hansı dağ silsilələri var? Baxaq. Misal üçün, ümumən qiyabi olaraq, bax buradan xəritədən görsədək bir-bir. Misal üçün, Talış silsiləsi var. Zəngəzur, Dərəliyəz silsiləsi var. Burada Şahdağ silsiləsi var. Burada Şərqi Göyçə silsiləsi var. Burada Başqafqaz silsiləsi var. Burada Sudur silsiləsi var. Bu silsilələr Azərbaycanın sərhədində yerləşən silsilələrdir. Fikir verin D variantına. Şahdağ, Başqafqaz, Zəngəzur və Şərqi Göyçə silsilələri Kiçik Qafqazın ümumiyyətlə xarici dövlətlərlə sərhəddə yerləşən silsilələrdir. Misal üçün, digər variantlarda görək səhvlik nədədir? Bozdağ bax bu hissədədir. Bozdağ. Bu sərhəddə yerləşmir, olmaz. Dərəliyəz, Zəngəzur olar. Qarabağ silsiləsi bax tamamilə mərkəzdə yerləşir. Qarabağın mərkəzində yerləşir. Yəni sərhəddə deyil. Zəngəzur sərhəd. Şahdağ sərhəd. Qarabağ artıq sərhəd deyil. Dediyimiz kimi Qarabağ silsiləsi Qarabağın mərkəzində yerləşir. Talış sərhəd. Dərəliyəz sərhəd. Murovdağ bax bu hissədədir. Sərhəddə yerləşmir. Ona görə C də olmaz. Başqafqaz sərhəd. Dərəliyəz sərhəd. Qarabağ sərhəddə yerləşmir. Həmçinin burada yerləşən Zəngəbiz silsiləsi, Ləngəbiz, bax bu hissədə sərhəddə yerləşmir. Ona görə düzgün variant yalnız D variantı olur. 21-ə baxaq. Kiçik Qafqazda yerləşən dağ silsilələrini müəyyən edin. Kiçik Qafqazın dağ silsilələrini soruşur bizdən. Baxaq. Murovdağ silsiləsi Kiçik Qafqazda oldu. Murovdağ Kiçik Qafqazda.
Şahdağ silsiləsi Kiçik Qafqazda. Niyaldağ silsiləsi artıq Böyük Qafqazda olmaz. Dərəliyəz silsiləsi Kiçik Qafqazda. Peştəsər silsiləsi Kiçik Qafqazda. Niyaldağ silsiləsi Böyük Qafqazda olmaz. Daha doğrusu Murovdağ silsiləsi Kiçik Qafqazda. Bozdağ silsiləsi bu hissədə Bozdağ Kür tektonik çökməsindədir, olmaz. Dərəliyəz oldu nə? Kiçik Qafqaz. Brovar Talışda Kiçik Qafqaz. Qarabağ Peştəsər silsiləsi, Qarabağ silsiləsi Kiçik Qafqazda və Peştəsər silsiləsi Kiçik Qafqazda. Yoldaşlar, fikir verin. Bax, bayaq bu sualları ümumiyyətlə düzgün qoymurlar. Bax, bayaq da eyni tip biri var idi. Burada bilmirəm Kiçik Qafqaz dağlarından söhbət gedir, yoxsa Kiçik Qafqaz tektonik qalxmasından söhbət gedir. Bayaqki sualda tektonik qalxma nəzərdə tutulmuş. Bax, burada da Kiçik Qafqaz dağları nəzərdə tutulur. Yəni konkret buraya yazsaydı Kiçik Qafqaz dağlarının silsilələri, bu başqa məsələ. Yox, tektonik qalxması desəydi, onda artıq Naxçıvanla Talışı da aid edə bilərdik. Burada variantlara baxıram ki, burada Kiçik Qafqaz dağlarını konkret nəzərdə tutur. Ona görə D variantına baxın. Qarabağ, Şahdağ, Şərqi Göyçə, Murovdağ silsiləsi. Bax, Qarabağ, sonra burada Şahdağ, burada Murovdağ, bu hissədə də Şərqi Göyçə silsiləsi yerləşir Kiçik Qafqaz dağlarında. 22-yə baxaq. Böyük Qafqazın Azərbaycan daxilində yerləşən dağ silsilələri. Böyük Qafqazın Azərbaycanda yerləşən dağ silsilələri. Baxaq, Şərqi Göyçə oldu harada? Kiçik Qafqazda olmaz. Murovdağ həmçinin Kiçik Qafqazda. Dərəliyəz silsiləsi Naxçıvanda. Baş Qafqaz, bəli, Baş Qafqaz olar bax bu hissədə. Brovar Talışda olmaz. Yan silsilə Baş Qafqaz, yan silsilə Böyük Qafqaz dağlarında olar. Qovdağ, Niyaldağ silsiləsi Böyük Qafqazda olar. Zəngəzur silsiləsi olar Qarabağ, Naxçıvanda olmaz. Növbəti suala baxaq. Azərbaycanın Böyük Qafqaz 1 və Kiçik Qafqaz 2 dağlarının ən hündür zirvələrini müvafiq olaraq müəyyən edin. Böyük Qafqazın ən hündür zirvəsi hansı oldu? Bazardüzü 4466 metrə. Sonra Şahdağ silsiləsi 4243 metrə. Sonra Zəfər zirvəsi 4301 metrə. Tufandağ 4191 metrə. Bazaryurt 4126 metrə. Yarıdağ 4116 metrə. Yəni 4000-dən yuxarı silsilələr təxmini bunlardır. Hələ Rəqdanı demirəm. Çingiz Mustafayev var. 4000-dən yuxarı zirvələr Böyük Qafqazda. Fikir verək A variantına. Bazardüzü olar, Şahdağ olar, Qızyurdu xeyr. Qızyurdu Talışdadır. Bazardüzü bəli olar. Gömürgöy Talışdadır, olmaz. Bazardüzü olar, Şahdağ olar, Tufanda Qəbərədə olar. 4466 Bazardüzü, Şahdağ nə qədədir? 4243, Tufandağ 4191. Olar hər biri. Gəldik Kiçik Qafqaza. Qapıcıq oldu Kiçik Qafqaz tektonik qalxmasında. Qapıcıq 3904 metrə olar. Camışdağ oldu 3724 metr olar. Dəlidağ vulkanik yaylada 3616 metrə olar. C variantı. Burada da tektonik qalxma zonası nəzərdə tutulmuş. Böyük Qafqaz və Kiçik Qafqaz tektonik qalxmasın. 24-də baxaq. Azərbaycanda Böyük və Kiçik Qafqaz dağ sistemləri üçün ümumi olmayan, Böyük və Kiçik Qafqaz dağ sistemləri üçün ümumi olmayan əlamətləri. Baxaq bir-bir. Dəmiyə əkinçiliyi üçün şərait var. Həm Böyük Qafqazda, həm Kiçik Qafqazda dəmiyə şərait var əkinçilik üçün. Polimetal filiz yataqlarına malikdir. Böyük Qafqazda var filizçay, katerçay, polimetal, həmçinin Qarabağ və Naxçıvanda polimetal yataqları mövcuddur. Sonra geniş meşə massivləri vardır. Böyük Qafqazda, Kiçik Qafqazda hər birində meşə qurşağı mövcuddur. Hər ikisi cavan dağlardır. Böyük Qafqaz, Kiçik Qafqaz, ümumiyyətlə Azərbaycanın dağları hər biri cavan dağlar hesab edilir. Kaynazoy dövrünün dağları. Vulkanik süxurlar geniş yayılmışdır. Xeyr, vulkanik süxurlar Kiçik Qafqazda geniş yayılıb, ancaq Böyük Qafqazda yayılmayıb. Növbəti sual. Dağ
silsilələrinin mütləq hündürlüklərinin azalma sırasını müəyyən edin. Azalma sırasını soruşur. Baxaq bir-bir bunlara. Bunların içində hündürlüyü ən az olan Talışdır. Yəni 5 ilə bitəcək. Ən hündür Başqafqazdır. Bazardüzü 4466 metrə. Sonra yan silsilədir. Nə qədərdir? 4240 metrə Şahdağ zirvəsidir. Sonra Zəngəzur silsiləsidir. 3904 metrə Qapıcıq. Sonra Murovdağ silsiləsidir. 3724 metrə Camışdağ. Ən alçaq isə Gömürgöy, Talış 2493 metrə. Ardıcıllıq, yəni Y variantı. 26. Dağ zirvələrinin mütləq hündürlüklərinin azalma sırasını müəyyən edin. Fikir verin, Bazardüzü ilə başlamalıdır. Yenə 4466 metrə. Tufandağ, Qəbələ 4191 metrə. Sonra Qapıcıq 3904 metrə. Gömürgöy 2493, sonda isə Qız Yurdu 2433 metrə. Yəni Y variantı. Növbəti sual. Xəritə sxemdə verilmiş rəqəmlərə uyğun gələn düzənlikləri müəyyən edin. 1. Hansı düzənlikdir? Birə fikir verin. Oldu nə düzü? Şollar düzü. Samur Dəmə Çovalığı və yaxud da Şollar düzü deyək. 1. Sonra 2 hanı? 2 nədir bura? Qarayazı düzü. Söhbət gedir bax bu hissədən Akstafa rayonunun ərazisində yerləşən Qarayazı düzündən. 3 haradadır? Bax Araz çayının sol sahili, Kür çayının sağ sahilində yerləşən Mil düzü. 4 isə haradır? Bax bu hissəyə baxın, cənub-şərqi Şirvan düzü. Ona görə də D variantı düzgün variant. 28. Xəritə sxemdə verilmiş rəqəmlərə uyğun gələn dağ silsilələrini müəyyən edin. Baxaq. 1. Söhbət gedir Murovdağ silsiləsindən. Hansı silsilə? Fikir verin, bax bura. Murovdağ silsiləsi, bu hissə. 2. Bax bu hissədədir, Qarabağ silsiləsidir. 3. Bax bu hissədə yerləşən yan silsilədir. 4 isə burada yerləşən Zəngəzur silsiləsidir. Növbəti sualımız oldu 29. Baxaq. Azərbaycanın İranla sərhəddə yerləşən düzənliklərini müəyyən edin. İran sərhədində yerləşən düzənliklər. Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yaycı, Ordubad, Gəyən, İncə, Hərami düzləri. Bax burada Mil düzü. Bunlar yerləşir harada? İranla sərhəddə yerləşir. Hətta burada Muğan düzündə aid eləyə bilərik. Bax bu hissələr. Baxaq, Şirvan düzü olmaz. Lənkəran ovalığı olmaz. Şərur düzü, Muğan düzü, bəli, bax bu hissədə Muğan düzü İranla sərhəddə yerləşir. Sonra Şərur Ordubad düzü, bax bu hissədə İranla sərhəddə yerləşir ümumiyyətlə. Şərur düzü, burada da Ordubad düzü İranla sərhəddə yerləşir. Cənub-şərqi Şirvan düzü İranla sərhəddə deyil. Olmaz. Lənkəran ovalığı, bax bu hissədə. İranla sərhəddə yerləşir. Bax bu hissəsi Astara rayonu ərazisində İranla sərhəddə yerləşir. Şirvan düzü isə sərhəddə yerləşmir. 30-cu suala baxaq. Azərbaycanın dövlət sərhədləri boyunca yerləşməyən silsilələri müəyyən edin. Dövlət sərhədlərimizin boyunca yerləşməyən silsilələr. Baxaq. Niyaldağ, bax bu hissədə dövlət sərhəddi boyunca yerləşmir. Fikir verin, bax bu hissəyə. Niyaldağı görürsünüz, sərhəddə yerləşmir. Götürürük. Talış sərhəddədir burada, götürə bilmirik. Baş su ayrıcı sərhəddədir burada, götürə bilmirik. Qarabağ, bax burada sərhəddə yerləşmir, ona görə götürürük. Ləngəbiz, bax burada sərhəddə yerləşmir, götürürük. Şahdağ silsiləsi, bax burada sərhəddədir, götürmürük. 1, 3, 5. 31-ci sual. Verilmiş relyef profilində rəqəmlərə uyğun gələn coğrafi obyektləri müəyyən edin. Baxaq. 1. Təxminən 3500-lərdə Bazardüzü nə qədərdir? 4000-dən yüksəkdir.
Qapıcıq 3904 metrədir. Bu təxminən 3500-lərdir. Ona görə B-də olmaz. Böyük işıqlı vulkanı nə qədərdir? 3550 metrə. 3581 metrə Qızılboğaz, 3550 metrə Böyük işıqlı, 3330 metrə isə Gəlinqayadır. Bunlar yerləşir Qarabağ vulkanik yaylasında. Bunların da içərisində ən hündür, hətta burada Dəli dağdır, 3616 metrə. Bunlar vulkanik dağlar hesab edilir. Sönmüş vulkanlar vulkanik dağlar hesab edilir. Ona görə bax bunu götürə bilərik. Gömürgöy 2493 olmaz. Böyük Kirç 2725 metrədir, olmaz. C variantı olacaq çox güman ki, digərlərinə baxaq. 2 hündürlüyü təxminən 1000 metrə yaxın. 1000 metrə, yəni daha doğrusu 500 metrə yaxın, fikir verirsiniz. 500 metrə yaxındırsa söhbət Torağay vulkanından gedir. 3-ə baxın, 4243 metrə yerləşir nə? Şahdağ zirvəsi. Yan silsilədə yerləşir. Şollar düzü isə təxminən mənfilərdə yerləşir. Təxminən Xəzər dənizi sahillərində. Ona görə C variantı. 32-yə baxaq. Sxemdə verilən mütləq yüksəkliklərə uyğun gələn dağları yenə müəyyən edin. Bizdən soruşur. Birə fikir verin, təxminən 4000-ə yaxındır. 3000 nə qədər? 4000-ə yaxın. 3904 metrə misal üçün. Baxanda bilirsən ki, söhbət gedir Zəngəzurdan. 2-yə baxın. 2000 nə qədərdir? 2430 və yaxud da 93. Söhbət Talış silsilələrindən gedə bilər. Yəni Murovdağdan olmaz. Baş su ayrıcı olmaz. Olsa olar nə? Talış ola bilər. Qarabağ olarmı? Təxminən Qarabağda saxlayaq. 2725 metrəndə saxlayaq. A-la B-ni silək. 3-cüyə baxaq. 3 nədir? 4000-dən yuxarı. 4000-dən yuxarı hansı ola bilər? Qarabağ ola bilməz. Ona görə C olmaz. Baş su ayrıcı bəli olar. 4466 metrə olar. Ancaq Ləngəviz də olmaz. Ona görə yalnız variantımız D variantı olacaq. 4-cüyə baxaq. 2700 təxminən 25 metrə Qarabağ silsiləsi. D variantı. Sonra 33. Azərbaycan ərazisində müasir buzlaqlarla örtülmüş dağ zirvələri. Yəni hündürlüyü 3900-dən yüksək olan zirvələr. Hansılardır? Şahdağ. Şahdağ yan silsilədə. Qızyurdu Babadağ olmaz. Qızyurdu olmaz. Böyük Kirç olmaz. Bazarcısı 4466 metrə olar. Tufandağ Qəbələdə 4191 metrə olar. 34. Azərbaycan Respublikasının qərb ilə sərhəddində yerləşən təbii obyektlər. Qərb sərhəddində yerləşən, Azərbaycanın qərb sərhəddində yerləşən təbii obyektlərdən söhbət gedir. Baxaq görər nə ola bilər. Şərqi Göyçə bəli yerləşir qərbdə. Ona görə götürürük. Murovdağ silsiləsi bax burada qərbdə yerləşmir. Yəni sərhəddə yerləşmir. Ölkənin daxilində yerləşir, olmaz. Qarabağ vulkanik yaylası bax bu hissədə yerləşir, harada? Sərhəddə yerləşir. Qarabağ vulkanik yaylası. Qarabağ silsiləsi xeyr, sərhəddən kənardadır. Yəni ölkənin daxilində yerləşir. Arpaçay Naxçıvanda bax bu hissədən gəlib keçir. Sərhəddə yerləşən, sərhəddən yəni keçən çaydır. Xarici tranzit çaydır. Vulkanik yayladan başlayır, Ermənistan ərazisində yenidən gəlib tökülür, keçir Naxçıvanda, tökülür Araza. Lakin qərbdə sərhəddə yerləşmir yəni. Ona görə götürə bilmirik. Şahdağ silsiləsi bax bu hissədə. Şahdağ silsiləsi bəli, qərbdə sərhəd təşkil edir Ermənistanla. Növbəti 35. Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhəddə yerləşən təbii obyektlər. Baxın, Rusiyanın sərhəddə deyirəm nələr var. Bax, buradan Başqafqaz silsiləsi var. Burada Sudur silsilə var. Burada Qusar Maili Düzənliyi və Samur Dəvəçovalığı. Aydındır. Baxaq indi. Qovdaq yox, Sudur silsiləsi bəli, Başqafqaz silsiləsi bəli, bir də Samur çayı bax burada sərhəd təşkil edir. Rusiya ilə sərhəddimizi təşkil edir Samur çayı. Növbəti zirvələri qar xəttindən aşağıda yerləşən silsilələr. Bizim ölkəmizdə bir də təkrar edirəm. Qar xətti 3900 metrədən yuxarıdan keçir. 3900 metrə və ondan yuxarı olan ərazilərdən qar xətti mövcuddur yəni. Şahdağ silsiləsi.
Şahdağ silsilədən söhbət gedir burada. Şahdağ silsiləsi yerləşir 3700-lərdə təxminən. Yəni orada qar xətti yerləşmir. Ümumiyyətlə Qarabağda qar xətti yoxdur yəni. Bunu bilmiş olasınız. Niyaldağ hündürlüyü azdır. Yan silsilə bəli, yan silsilədə 4243 metrə olar. Talışda olmaz, hündürlük azdır. Baş su ayrıcında bəli 4000-dən yüksək zirvələr var, olar. Zəngəzur Naxçıvanda yeganə qar xəttinin olduğu zirvədir. 3904 metrə. Ümumiyyətlə Talış dağları, Qarabağ dağları, Naxçıvan dağları, ümumiyyətlə yəni Kiçik Qafqaz tektonik qalxmasında qar xətti yalnız Zəngəzurda yerləşir. Yalnız Zəngəzurda. Bunu da yaddan çıxartmayın. 37. Hipsometrik profilin hansı zirvələr arasında olduğunu müəyyən edin. Baxaq görək hansı zirvələr arasında ola bilər. Fikir verin, hündürlücə fikir verin. Təxminən 2300-lərdə filandır. Söhbət hansı zirvədən gedə bilər? Şüküdağ, Şahdağ olmaz. Qapıcıq olmaz 3900. Torağa cəmi 400 metrədir. Baxaq. Sonra ikinci bu hissəyə baxaq. 4000-dən yuxarıdır. 4000-dən bir balaca yuxarı hansı ola bilər? Qız yurdu olmaz. Deməli yeganə variantımız qalır Tufan Dağ, Qəbələ. 4191 metrə. Sonra göstərilən xüsusiyyətlərin aid olduğu Kür-Araz ovalığını müəyyən edin. Şimal hissəsi daha hündürdür. Söhbət nədən gedir? Sonra relyefin gətirmə konusları ilə mürəkkəbləşir. Bakı-Tbilisi dəmir yolu ərazisindən keçir. Bakı-Tbilisi dəmir yolu ərazisindən keçir. Ovalığın ən böyük düzənliyi hesab edilir. Söhbət gedir hansı düzənlikdən? Bax, bu Şirvan düzündən. Ən böyük düzənlikdir. Bakı-Tbilisi dəmir yolu xətti keçir. Şimal hissəsi, bax bu hissəsi daha hündürdür. Çünki artıq Böyük Qafqaz tektonik qalxmasına doğru gedir. Və ovalığın ən böyük düzənliyidir. Bax, Şirvan düzü. 39. Xəritə sxemdəki rəqəmlərə uyğun gələn müvafiq coğrafi obyektləri müəyyən edin. Söhbət gedir haradan? Bax, bu hissəyə baxın. Qobustan alçaq dağlığı. Bax, bu hissələr təxminən. Qobustan alçaq dağlığı. Fikir verirsiniz. Sonra fikir verin, bax, bu hissəni görsədir. Yəni, bu hissə. Burada nə var? Şərqi Göyçə silsiləsi. Bəli, var. 3-ə baxın, burada nə var? Zəngəzur silsiləsi. Burada Talış, burada isə fikir verin, baxın bu hissəyə. Söhbət hansı silsilədən gedir? Bax, burada Brovar silsiləsindən gedir. Variantda özünüz aydınlaşdırasınız. Deməli, Qobustan alçaq dağlığı, Şərqi Göyçə, Zəngəzur və Brovar silsiləsi. Bu hissə isə Talış silsiləsidir. Növbəti suala baxaq. Xəritə sxemdəki rəqəmlərə uyğun gələn əraziləri doğru sırasını müəyyən edin. Bizdən istəyir yenə. Söhbət gedir hansı silsilədən? Bəli, Brovar silsiləsindən. Sonra söhbət gedir bax bu hissədən. Aradan Ceyran çöldən gedir söhbət. Sonra 2-yə baxaq. Hansı silsilədir? Fikir verin. Dərəliyəs silsiləsidir. Bir də 4-ə fikir verin. Söhbət gedir Cənub-Şərqi Şirvan düzündən. Növbəti 41. Eyni fiziki xəritədə daha çox horizontallarla təsvir edilən coğrafi obyekt. Yəni, daha çox horizontal keçirsək, hər birindən kəsmə yüksəkliyin bərabər eləyib horizontallar keçirsək, hansı ərazi daha hündürdürsə, oradan daha çox horizontal keçər. Bu da məntiq. İndi sizdən soruşuram, hansı variantdakı yüksəkliklər daha hündürdür? Bəli, Baş Qafqaz dağları silsiləsində hündürlük çoxdur, oradan daha çox horizontal keçər. Əgər kəsmə yüksəkliyi eyni olarsa, bütün ərazilərdə. Azərbaycanın şimal-şərq hissəsində yerləşən düzənliklər. Azərbaycanın şimal-şərqində yerləşən düzənliklər. Söhbət gedir Qusarmaylı düzənliyi, Şollar düzü, Samur Dəvəçi ovalığı. Yəni bu hissələr. Baxaq. Azərbaycanın şimal-şərqində yerləşən düzənliklər, Şollar düzü, Qusarmaylı düzənliyi, Samur Dəvəçi ovalığı. 43. Ölkəmizdə yerləşən coğrafi obyektlərin cənub-qərbdən şimal-şərqə doğru yerləşmə ardıcıllığını müəyyən edin. Cənub-qərbdən, yəni bu hissədən, şimal-şərqə doğru yerləşmə ardıcıllığını müəyyən edin. Bax, bu istiqamətdə yerləşmə ardıcıllığını bizdən soruşur. Baxaq.
Fikir verin. Yuxarı Şirvan kanalı. Bax, Şirvan kanalı yerləşir bu hissədə. Bax, Şirvan kanalı keçir buradan təsəvvürlü. Sonra Babadağ zirvəsi. Babadağ zirvəsi bax bu hissədədir. Babadağ. Babadağ, Şirvan kanalı. Sonra yuxarı Qarabağ kanalı. Yuxarı Qarabağ kanalı bax keçir bu hissədən. Təxminən. Qarabağ kanalı. Samur Dəvəçi ovalığı bax bu hissədə. Samur Dəvəçi ovalığı. Qovdaq silsiləsi də yerləşir bax bu hissədə. Qovdaq silsiləsi. İndi ardıcıllıq nə oldu? Qarabağ kanalı, Şirvan kanalı, sonra Qovdaq silsiləsi, Babadağ və Samur Dəvəçi ovalığı ardıcıllıq. Növbəti Qarabağ silsiləsini Ermənistandan, Muğan düzünü Xəzər dənizindən ayıran müvafiq coğrafi obyektlər. Qarabağ düzünü haradan? Fikir verin, Qarabağ düzünü. Ermənistandan ayıran nədir? Bəli, burada hansı silsilə var? Qarabağ silsiləsi, sonra vulkanik yayla, Şərqi Göyçə silsiləsi. Bunlar Qarabağ düzünü Ermənistandan ayırır. Muğan düzünü Xəzər dənizindən ayıran. Muğan düzünü Xəzər dənizindən ayıran Cənub-Şərqi Şirvan düzüdür. Aydındır. İndi baxaq variantda, görək hansı variantda bizə uyğun cavab var. Qarabağ vulkanik yaylası, bəli. Salyan düzü, bəli, burada Salyan düzü də ayırır da. Cənub-Şərqi Şirvan və Salyan düzü Muğan düzünü Xəzər dənizindən ayırır. A variantı olar. Sonra digərinə baxaq. Şərqi Göyçə silsiləsi Mil düzü. Bəli, Şərqi Göyçə silsiləsi də ayırır. Mil düzü artıq buradadır. Dənizlə Muğan düzünün arasında deyil yəni. Muğan düzünü dənizdən ayıran Şirvanla, Cənub-Şərqi Şirvanla Salyan düzüdür. Ona görə B olmaz. Murovdağ silsiləsi xeyr bu hissədədir. Qarabağ düzünə perpendikulyardır, paralel deyil. Gəyən düzü bax buradadır, nə əlaqə? Şahdağ silsiləsi bax buradadır. Qarabağ düzünü Ermənistanla arasında yəni yerləşmir. 45'e baxaq. Yan silsiləni Samur Dəvəçi ovalığından İranı Lənkəran ovalığından ayıran müvafiq coğrafi obyektlər. Deməli, yan silsiləni Samur Dəvəçi ovalığından ayıran nədir? Bax, burada Qusar Maili düzənliyi. Sonra İranı Lənkəran ovalığından. Lənkəran ovalığından da İranı ayıran söhbət nədir? Talış dağlarından söhbət gedir. Bir də bax burada Astaraçay da İranla Lənkəran ovalığını bir-birindən ayırır. 46. Balakən, Zaqatala, Qax və Şəki inzibati rayonlarının dağətəyi ərazilərində mineral suların mövcudluğunun səbəblərinə aid deyil. Səbəbləri odur ki, sınma zonasında yerləşir. Yəni, Böyük Qafqaz tektonik qalxması ilə Kür tektonik çökməsinin bu sındığı ərazilərdə mineral bulaqlar yer səthinə çıxır. Bu bunun səbəbidir. Görək səbəb olmayan nədir? Hamar relyef, layarası suların dərində yerləşməsi. Xeyr, əksinə belə deyim, sıldırılmış sınma relyefi və lay arası suların səthə yaxın yerləşməsidir səbəb. Bu yanlış fikirdir. Yanlış fikir olduğu üçün bizə də aid olmayanı deyir. Ona görə A variantını götürə bilərik. Bax, fikir verin, tektonik qırılma zonasında yerləşməsi səbəbdir. Ərazilərində dağlar və düzənliklərin qovuşması, bəli, dağlarla düzənliklər sınma zonasında qovuşur, bu səbəbdir. Fərqli tektonik zonaların kəsişməsi, yəni sınma zonasında sərhəddə yerləşməsi səbəbdir. Böyük Qafqazın qalxması, bəli, və Kür dağ arası çökəkliyi tektonik zona sərhədində yerləşməsi, sınma zonasında, yəni yerləşməsi səbəbdir. 47. Dübrar, Camışdağ, Böyük İşıqlı və Küküdağ zirvələrinin yerləşdiyi ərazilərin müvafiq rəqəmlərin ardıcıllığını müəyyən edin. Dübrar fikir verin, bax bu hissədə 2205 metrə. Sonra Böyük İşıqlı yerləşir vulkanik yaylada nə qədədir? 3550 metrə. Küküdağ nə qədədir? 3120 metrə yerləşir, bax Dərəliyəs silsiləsində. Sonra hansı var? Dübrarı. Bir də Camışdağ qaldı arada. Camışdağ isə yerləşir 3724 metrə Qarabağ vulkanik yaylasında. Ardıcıllıq nə oldu? Dübrarla başladı. 2 Camışdağ, 3 Böyük İşıqlı, Küküdağ isə Dərəliyəsdə. 48-ə baxaq. Azərbaycanda yerləşən düzənliklərin mütləq hündürlüyünün azalmasına görə ardıcıllığını müəyyən edin. Fikir verin.
Samur dəvətçi ovalığı Xəzər dənizi sahilində yerləşir. Demək olar ki, -27 metrədə yerləşir. Yəni bundan alçaq düzənlik yoxdur da. Cənub-şərqi Şirvan, Salyan düzü, Lənkəran ovalığını götürməsək, bundan alçaq düz yoxdur. Artmasına görə deyirsə, bəli, Samur dəvəsindən başlaya bilərik. Qarabağ düzü bəli nisbətən hündür ərazilərdir. Şirvan düzü isə Qarabağdan nisbətən alçaqdır. Ona görə bax bu A variantı olmaz. Cənub-şərqi Şirvan düzü, buradan başlasaq. Hərami düzü nisbətən hündür ərazilərdir və Ordubad düzü isə nisbətən daha hündürdür, bəli. Ümumiyyətlə, ölkəmizin Xəzər dənizi sahillərindən ölkəmizdə qərbə doğru getdikcə hündürlük nisbətən artır. Bunu bilmiş olasınız. Ona görə uyğun variant B variantı. Gəncə-Qazax düzünə baxsaq, Gəncə-Qazax düzü, bax bu hissə. Sonra Mil düzü Gəncə-Qazaxdan alçaqda yerləşir, çökəkdə yerləşir. Ona görə olmaz. Qusar maili düzənliyindən başlasaq, Qusar maili düzənliyi, yayçı və mil düzlü. Qusar maili düzənliyi, yayçı düzü və mil düzü. Əlaqə yoxdur. Qusar maili düzənliyi nisbətən hündürlük var. Yayçı düzü bax daha hündürdür. Nəinki mil düzündən. Ona görə D variantı da olmaz. Samur dəvətçi ovalığı, bəli, buradan başlasaq. Qarayazı düzü daha hündürdür. Cənub-şərqi Şirvan düzü alçaqdır Qarayazıdan. Ona görə Y də düzgün olmaz. 49-a baxaq. Bir qrup alpinist yay aylarında bir neçə dağ zirvəsinə səyahət etdilər. Onlar olduqları dağ zirvələrində daimi qar və buzlaqlara rastlaşdılar. Deməli, hündürlük təxminən 3900-dən yüksək olacaq. Alpinistlərin olduqları dağ zirvələrini müəyyən edin. Konkret hündürlüyü 3900-dən hündür olan zirvələr. Dəli dağ 3616 metrə olmaz. Gömürgöy həmçinin, Böyük Kirç həmçinin. Hər birinin hündürlüyü 3900-dən alçaqdır. Qapıcıq olar, Babadağ olmaz. Babadağ 3629 metrə olmaz. Bazardüzü olar, Küküdağ 3120 metrə olmaz. Şahdağ olar 4243, Tufandağ 4191 olar. Kəpəz 3066 metrədir. Kəpəz fikir verin. 3066 metrə olmaz. Şahdağ olar, Tufandağ olar, Qapıcıq olar. Hər biri 3900-dən yüksəkdir. 50-ci suala baxaq. Sxemdə verilən hündürlüklərə müvafiq gələn dağ zirvələrini müəyyən edin. 1 təxminən 3400 nə qədər? Yəni bazar düzü. 2 nə qədərdir? 3100-lər. Təxminən Küküdağ ola bilər. Sonra həmçinin bax burada Kəpəz də ola bilər. 3000-dən bir balaca yuxarıda nə var? Küküdağ var, Kəpəz var. Bunlar ola bilər yəni. 3-ə fikir versəz 3000 təxminən 700-lərdə Camışdağ ola bilər. 4-ə fikir verin, təxminən 3000 təxminən 500-lərdə filan. Hansılar ola bilər? Bir-bir baxaq. Misal üçün, bir-bir baxsaq A variantında. 1-də deməli dübrar ola bilməz. 2200-lərdə. Şahdağ 4243 ola bilər. Sonra C variantında Babadağ 3600-dür, olmaz. Tufandağ 4191-dir. Bu təxminən 4300-lərdədir. Ona görə Tufandağ da olmaz. Şahdağ olar, bəli. 2-yə baxaq. 2-də nə olmaz? Kəpəz ola bilər. Böyük Kinaldağ 3367 metrə. Böyük Kinaldağ ola bilər. Bunu da qəbul etsək. İndi 3-ə baxaq. Qoşqar və Qapıcıq. Qapıcıq 3904 metrədədir. Ona görə Qapıcıq uyğun gəlməz. Qapıcıq olsaydı gərək təxminən hündürlük burada olardı. 4000-ə yaxın olardı. Ona görə Y variantı da olmaz. Bizə qalan variant B variantıdır. 4-dəki Böyük Kinaldağ olar. Növbəti Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edir. Böyük Qafqaz, Kiçik Qafqaz dağları. Şimal-qərbdən cənub-şərqə doğru uzanır. Şimal-qərbdən cənub-şərqə doğru söhbət edən gedir Böyük Qafqazdan. Taman yarımadasından başlayır. Ümumiyyətlə, belə deyildi, Krım və Taman yarımadasından başlayır. Təxminən Ukrayna, Rusiyanın ərazilərindən başlayır. Uzanır cənub-şərqə doğru. Söhbət gedir nədən? Əlbəttə ki, Böyük Qafqazdan.
Şahdağ və Dərəliyəz silsilələri yerləşir. Şahdağ və Dərəliyəz silsilələri yerləşir Kiçik Qafqaz tektonik qalxmasından. Alp-Himalay qurşağına aiddir. Hər bir ümumiyyətlə Azərbaycan Alp-Himalay dağlıq qurşağında yerləşir. Böyük Qafqaz, Kiçik Qafqaz hər biri ora aiddir. Respublikamızda 4000-dən hündür zirvələrə malikdir. 4000-dən hündür deyirsə, söhbət gedir hardan? Əlbəttə ki, Böyük Qafqazdan. Respublikamızda ən hündür zirvə Qapıcıq dağıdır. Bəli, söhbət gedir haradan? Qapıcıq deyirsə, Kiçik Qafqazdan söhbət gedir. Oldu 6 bura. Burada bir də biz birə fikir verək. Bir də şimal-qərbdən cənub-şərqə doğru uzanır. Bu hər birinə aiddir. Hər biri şimal-qərbdən cənub-şərqə doğru uzanır. Bu oxşarlıqdır. Yəni biri oxşarlığa aid etmək olar. 52-yə baxaq. Qarayazı düzünün cənub-şərqi Şirvan düzü ilə oxşar, Ordubad düzü ilə isə fərqli xüsusiyyətləri. Qarayazı düzünün cənub-şərqi Şirvan düzü ilə oxşar, Ordubad düzü ilə fərqli. Bu Qarayazı düzüdür. Bu da cənub-şərqi Şirvan düzü ilə oxşar olsun. Bunlar ikisi. Burada isə Ordubad düzü ilə isə fərqli xüsusiyyəti olsun. Kür tektonik çökmə zonasında yerləşir. Bunlar hər biri oxşar xüsusiyyətdir. Qarayazı ilə cənub-şərqi Şirvan. Hər biri Kür tektonik çökməsində yerləşir. Yalnız bu Ordubad düzü Kiçik Qafqaz tektonik qalxma zonasında yerləşir. Bu Naxçıvanda olan 7 düz var. Bu 7 düz. Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yayçı, Ordubad. Bu düzlərdən bax bu 3 dənəsi yerləşir Kiçik Qafqaz tektonik qalxmasında. Hansılar? Gülüstan, Yayçı, Ordubad düzü yerləşir Kiçik Qafqaz tektonik qalxma zonasında. Sədərək, Şərur, Böyükdüz, Naxçıvan isə Araz-Cavan çökməsində yerləşir yəni. Bunları qarışdırmaq olmaz. Ona görə A variantı bizim variantımızdır. Növbəti suala baxaq. 53. Baba dağdan cənub-şərqə doğru. Bax, fikir verin. Baba dağdan cənub-şərqə doğru deyirsə, artıq bizim beynimizdə bir fikir formalaşır ki, Baba dağdan cənub-şərqə doğru hansı hadisələr baş verir? Bəli, Baba dağdan cənub-şərqə doğru getdikcə ərazinin hündürlüyü alçalır. Hündürlük alçalır Böyük Qafqazda. Baş Qafqaz silsiləsinin tədricən alçalmasının və yamazlarının hamarlanmasının səbəbi nə ola bilər? Baxaq. Tabaşir çöküntülərinin Yura çöküntüləri ilə əvəzlənməsi nə əlaqə yəni? Bu istiqamətdə dağa əmələ gəlmə prosesi zəifləyir demək. Ona görə buradan aşağı hündürlük alçalır. Bu birbaşa bizim cavabımızdır. 54. Uyğunluğu müəyyən edin. Doğru ifadələrin altından doğru, yanlışın altından yanlışı seçməliyik. Baxaq. Azərbaycanda təbaşir yaşlı suxurlar əsasən düzən ərazilərdə yayılıb. Təbaşir yaşlı suxurlar ölkəmizdə əsasən düzəndə yox, Böyük və Kiçik Qafqazın orta dağlığındadır. Bu yanlış fikirdir, götürə bilmərik. Sonra heç ikinci fikrə baxmağa belə ehtiyac yoxdur, çünki bir yanlışdır. Kür çökəkliyi tektonik əyilmə zonası tektonik sınmalarla parçalanmışdır. Kür çökəklik tektonik əyilmə zonası. Bəli, kənardakı Böyük Qafqaz və Kiçik Qafqazdan sınma zonasına ayrılıb. Bu düz fikirdir. Digərinə baxaq indi. Kiçik Qafqaz tektonik qalxmasına daha çox fiziki coğrafi rayon daxildir. Xeyr, Böyük Qafqaz tektonik qalxması, ümumiyyətlə Kür tektonik çökməsinə daha çox fiziki coğrafi rayon aiddir. Bu fikir yanlış fikir olduğu üçün bax bu ikini götürə bilərik. 2 ola bilər cavabımız. Digərlərinə baxaq. Lənkəran ovalığı Kür çökəkliyi tektonik zonasına aiddir. Lənkəran ovalığı Kür tektonik çökmə zonasına aiddir. Düz fikirdir, bəli. Kür tektonik çökmə zonasının əraziləri baxın. Bu ərazilər Kür tektonik çökmə zonasına aiddir. Bu göstərdiyim ərazilər. Sonra Araz çayı yalnız 2 tektonik zonada yerləşir. Araz çayı Naxçıvan çökməsi, bu hissədə Böyük Qafqaz qalxması və Kür tektonik çökməsində. Yəni 3 tektonik zonada yerləşir. 2 yox. Yanlış olduğu üçün bax 3'ü də götürə bilərik. Samur-Abşeron kanalı yalnız Böyük Qafqaz tektonik qalxmasından keçir. Samur-Abşeron çayı, Samur-Abşeron kanalı yalnız Böyük Qafqaz tektonik qalxmasından keçir. Xeyr, Ön Qafqaz çökməsindən də keçir. Bu yanlış fikirdir, götürə bilmərik.
Naxçıvanın bütün düzləri Orta Aracavan platformasına daxildir. Xeyr. Bax, bayaq dediyim kimi, Sədərək, Şərur, Böyükdüz, Naxçıvan Orta Araz əyilməsində yerləşir. Lakin Gülüstan, Yayçı, Ordubad Kiçik Qafqaz tektonik qalxmasında yerləşir. Ona görə 5-də səhvdir. Bu 2-də isə Kürd çökəkliyi tektonik əyilmə zonası tektonik sınmalarla parçalanmışdır. Sərhədləri desəydi sınmalardır. Yəqin ki, burada ümumən Kürd tektonik çökmə zonasının böyük hissəsi nəzərdə tutulur. Xeyr. Burada sınma zonasından parçalanmamışdır. Əksində düzənliklər baş vermişdir. Çökmə suxurlar toplanmışdır. Ona görə 2-ni götürə bilmərik. Cavabımız olur 3. 55. Rəqəmlərə müvafiq gələn coğrafi obyektləri müəyyən edin. Baxaq, 2700-lər təxminən. Hansı ola bilər? Böyük Kirç ola bilər, Camışdağ olmaz. Gömürgö 2400-lərdədir. Bu isə 2500-dən yuxarıda görsənir. Ona görə olmaz. Böyük Kirç olar. Biçənək isə 2400-lərdədir. Ona görə daha doğrusu 2300-lərdə. Yəni bu da 2500-dən aşağıdır. Ona görə biçənək də olmaz. D variantı olacaq cavabımız. Digərlərinə baxaq. 2 harda yerləşir? Təxminən 3900-lərdir. Yəni qapıcıq. Baxanda bəlli məsələ. 3 isə 2200-300-lərdə. Bəli, bu oldu biçənək aşırımı. 2300-lərdə. Sonra 4 isə harada yerləşir? 3700-lərdə Camışdağ. Ona görə D variantı. 56-ya baxaq. Qrafikdə rəqəmlərə müvafiq gələn coğrafi obyektləri müəyyən edin. Yəni eyni qayda. Təxminən 3500-lər. Bu isə 2200-lər. 3, 4200-lər. 4-də isə təxminən Xəzər dənizi sahilləri ola bilər. Xəzər dənizi Gəyən düzü yox, Gülüstan düzü yox, olmaz 4-də. 4 təxminən Xəzər dənizi sahilləri olmalıdır. Yəni təxminən hansı ərazilər? Şollar düzü, Samur dəvəsi ovalığı, Şollar düzü ola bilər. Digərlərində isə nə var? 1, 3300, 3400-lərdə, 2 isə 2000-lərdə. Baxaq bir-bir. 3300-lərdə, Babadağ hamısında olar. 2200-lərdə təxminən, bəli, olar Şollar düzü. Daha doğrusu Dübrar, 2205 metrə. Dübrar. Ona görə cavabımız C variantı olacaq. Şollar düzü dəniz səviyyəsidə olmaz. Şahdağ hündürlüyü çoxdur, 4200-lərdədir. Ona görə C variantı. 57-yə baxaq. Xəritə sxemdə rəqəmlərə uyğun gələn dağ silsilələrini müəyyən edin. Baxaq. Zəngəzur, Şahdağ, Qarabağ silsiləsi, bu da Talış silsiləsi. 58-də Baş-Qafqaz silsiləsi, Dərəlyəz silsiləsi, Dübrar silsiləsi, bu isə Talış silsiləsi. Daha doğrusu Qarabağ silsiləsi. Növbəti, yenə eyni profil, relyef profilində rəqəmlərə müvafiq gələn coğrafi obyektləri müəyyən edin. Araz su qovşağı təxminən Naxçıvandan başlayır, Araz su qovşağından. Hara doğru hərəkət eləyəcək? Baxaq, gəlib Araz su qovşağı 2 təxminən 2200-lər, sonra gəlir 3900-lər, Xaçınçay, Kürd çökəkliyi və Kürd çayı. Təxminən baxın, bu istiqamətdə keçir. Araz su qovşağından başlayır, gəlir bu hissədə biçənək aşırımından keçir, deyir. Gəlir burada təxminən 3500-lərdə Qarabağ vulkanik ailəsindəki Qızılboğazdan keçir. Sonra gəlir hara? Qızılboğazdan. Sonra Böyük İşıqlı vulkanı və gəlir hansı hissələrə? Xaçınçayın dərəsindən keçir. Kürd çökəkliyi və Kürd çayına gəlib satır. Variantlara baxsaz bəlli olur hamısı. Misal üçün fikir verin. Tərtərçay. Bir Araz çayından bu hissədə Tərtərçay nə gəzir? Gərək birinci burada ya Zəngəzuru, ya Dərəlyəzi keçə də. Ona görə A variantı uyğun gəlmir. Naxçıvan çay. Yəni bir Naxçıvan çay olsa da 2 zon aşırımı. Zon aşırımına çatmamış Kəlbəcərə. Bu hissədə Dərəlyəz Zəngəzuru mütləq keçməlidir bu. Naxçıvan çaydan gedirsə. Ona görə B də olmur. Aydındır, nə demək istəyirəm. Naxçıvan çay olsa, biçənək aşırımından keçir, keçir biçənək aşırımından. Sonra gəlir Böyük İşıqlı Qarabağ vulkanik ailəsindəki vulkanlara çatır üstə. Ona görə C variantı olur. D-yə fikir verin, Qızılboğaz. Qızılboğazı keçmək üçün gərək bu 2-dən, bu hissələrdən Zəngəzur və yaxud da Dərəlyəzdən keçmək
şərtdir, məcburdur. Ona görə D variantı olmaz. Qapıcıqdan bəli keçsə olardı, qapıcıqdan keçsə olardı. Sadəcə qapıcığın hündürlüyü 3900'lərdədir, 2000'lərdə deyil. Ona görə Y variantı da uyğun gəlməz. Yəni bu suallarda variantlardan getmək daha məqsədə uyğundur. Çünki burada dəqiq rəqəmlər verməyib deyimi? Bax, dəqiq rəqəmlər. Ola bilər siz 2300 yox 500 fikirləşərsiniz. Yəni vaxtınız çox gedər. Belə suallarda, bax, belə suallarda konkret variantlardan getmək daha az vaxt sərf eləmək deməkdir. Növbəti 60-cı sual. Fikir verin. Artıq burada rəqəmlər veribsə 3581 metrə konkret Qızılboğazdır. Bunu bilmək lazımdır. Vulkanik yayladakı Qızılboğaz. 4243 metrə. Bax, buradan düşüb təxminən bura gəlib hara? Yan Sisil. 4243 metrə yan Sisilə. Sonra gedir hara doğru? Xəzər dənizinin sahillərinə doğru. Bax, bunu tapmaq daha asandır. 61 yenə profildir. 2346 metrə. Söhbət gedir biçənək aşırımından. Hansı aşırımdan? Bax, buradakı biçənək aşırımından. Fikir verin biçənək aşırımından. Sonra neyiniyir? Gəlib düşüb çökək əraziyə. Təxminən 500 metrələrə. Sonra gəlib 4191 metrə. Hara? Bax, biçənəkdən gəlib düşüb Arat çayının sahillərinə təxminən. Sonra gəlib buradan gəlib hara gedib? 4191 metrədə Tufan dağı zirvəsinə çatıb. Bunu ardıcılığı düzmək lazımdır. İndi fikir verin, biçənəkdən başlasa hardan keçməlidir? Gəlib sonra Kür çökəkliyinə düşməlidir. Kür çökəkliyinə oradan Tufan dağa gedə bilər. Növbəti suala baxaq. 62-ci sual. Cədvəldəki boş xanaları tamamlayın. Baş Qafqaz silsiləsi yan sislə və sonra nə gəlir? 4243 metrə, konkret 4243 metrə. Söhbət edən gedir Şahdağ zirvəsindən. Şahdağ zirvəsindən. İkidə Kiçik Qafqaz dağları, Camışdağ harda yerləşir? Silsilə olaraq Camışdağ, bəli, Murovdağ silsiləsində. Naxçıvan dağları, Zəngəzur silsiləsi və 2346 metrə. Söhbət gedir hansı aşırımdan? Bəli, deyəcəksiniz ki, biçənək aşırımından. Oldu nə? Şahdağ, Şahdağ, sonra oldu nə? Murovdağ və biçənək aşırımı, yəni D variantı. Növbəti suala baxaq. Relyef profilini verib eynən, bax bu qayda testləri dediyim kimi variantdan getmək daha məqsədə uyğundur. Birə fikir verin, təxminən yerləşir 1000 metrlərdə. Harada? 1000 metrlərdə. Sonra 2-yə fikir verin, təxminən yerləşir 2200'lərdə. 2200'lərdə 2. Qarabağ dağları 2200'lər. Sonra 2-lərə fikir verin, digərində biçənək aşırımı, digər C variantında Dəli dağ 3616 olmaz. Kükü dağ və Böyük Kirç. Saxlayaq. İndi fikir verək. Sonra bir də Bəsitçay dərəsi. Bəsitçay dərəsi, 2-də Araz su qovşağı, təxminən Naxçıvanda, bax bu hissələr Araz su qovşağından başlayırsa, ola bilər təxminən oranın hündürlüyü 1000 metrlər, 800 metrlər. Sonra 3'ə baxaq, Dübürar zirvəsi görsədir A variantında. Bu hündürlüyünə Dübürar olar, ona görə A variantı da olmaz. Sonra 3500'lərdə Qızılboğaz ola bilərmi? Bəli, ola bilər. Kür çökəkliyi ola bilərmi? Təxminən gəlib bu hissələrə düşənə qədər ərazilərmi? Ola bilər. Ona görə B variantı olacaq. Araz çayından başlayır, Araz su qovşağından daha doğrusu. Sonra gedir biçənək aşırımına. Oradan gəlir keçir vulkanik yayladakı Qızılboğaza, yenidən düşür Kür çökəkliyinə. C variantında Arpaçaydan başlasa Naxçıvandan, Arpaçaydan gəlib Dəli dağı keçmək üçün mütləq hardan keçməlidir? Ya Zəngəzurdan, ya Dərəliyə silsiləsindən keçməlidir. Ona görə C variantı olmaz. Şərur düzündən başlasa, fikir verin, Şərurdan başlayıram. Kükü dağdan keçirəm. Ya Kükü dağdan keçim, ya Qapıcıqdan keçim də. Yəni mən ikisindən necə keçə bilərəm? Kükü dağdan sonra Qapıcıqdan bu formada gəlməyəcəm ki. Kükü dağdan keçirəmsə, artıq Qapıcıqdan keçə bilmirəm. Ona görə D variantı da olmaz. Artıq profillə də gedişlə variantlarla tapmaq daha görsəlverişli olur. İndi fikir verin Gəyən düzü. Bax buradan başlayıram Gəyən düzündən. Sonra Böyük Kirs dağına gedirəm. Gəlirəm bax bura Böyük Kirs dağına. Sonra Camışdağa gedirəm və Kür çökəkliyinə düşürəm. Camışdağın
Böyük Kirs dağının hündürlüyü 2200, Camışdağ nə qədərdir? 3500'dür. Xeyr, Camışdağ 3700'lərdir. Ona görə bax bu hansı C variantı da olmaz. Həmçinin B variantı da olmaz. Uyğun variant B variantı. 64. Cədvələ əsasən Böyük Kirs zirvəsinin verilmiş coğrafi obyektlərlə fərqli əlamətlərini müəyyən edin. Böyük Kirs dağının, yəni Qarabağ silsiləsinin ən hündür zirvəsi olan Böyük Kirs dağının 2725 metr olan zirvənin Böyük Kirs zirvəsinin verilmiş coğrafi obyektlərlə fərqli əlamətlərini müəyyən edin. Biçənək aşırımı. Bax, yerləşir bu hissədə. 2300'lər Zəngəzur silsiləsində yerləşir. Dövlət sərhədində yerləşir. Bəli, Böyük Kirs dövlət sərhəddə yerləşmir. Ancaq biçənək aşırımı dövlət sərhədində yerləşir. Fərqli xüsusiyyət budur. Götürə bilirəm biçənəki. Ömər aşırımı Kiçik Qafqaz dağ sisteminə aiddir. Ömər aşırımı Kiçik Qafqaza aiddir. Həmçinin Böyük Kirs də ora aiddir. Bu fərqli deyil. Bu oxşar xüsusiyyətidir. Götürə bilmirəm. Ona görə 4 olmaz. Baş Qafqaz silsiləsində yerləşir. Heç biri Baş Qafqazda yerləşmir. Bu Tufan dağı deyir. Tufan dağı Baş Qafqazda yerləşir. Böyük Kirs Baş Qafqazda yerləşmir. Yəni bu fərqli xüsusiyyətdir. Ona görə 7'ni götürə bilirəm üstə. Sonra 2'də başqa nə var? Daha doğrusu 1'də Kiçik Qafqaz tektonik qalxma zonasında yerləşir. Biçənək aşırımı Kiçik Qafqaz tektonik qalxmasındadır. Həmçinin Böyük Kirsdə Kiçik Qafqaz tektonik qalxmasındadır. Bu oxşar xüsusiyyətdir. Ona görə oxşarsa götürə bilmirəm bunu. Sonra mütləq hündürlüyü 3000 metrdən artıqdır Ömər aşırımının. 3000 metrdən artıqdır mütləq hündürlük Ömər aşırımının. Bəli, 3120'lər. Ancaq Böyük Kirs 2700'lər. Bu fərqli xüsusiyyətdir. Ona görə 5'i götürə bilirəm 2'də. Tufan dağ yerləşdiyi silsilədə Yura və Tabaşir dövrünün çöküntüləri yayılmışdır. Tufan dağ, ümumiyyətlə Böyük Qafqaz, Kiçik Qafqazın hər birində, orta dağlıqda Yura, daha doğrusu orta dağlıq Tabaşir, yüksək dağlıq Yuradır. Yəni bu hər birinə aid olan xüsusiyyətdir. Oxşardır. Götürə bilmirəm. Sonra yerləşdiyi ərazidə vulkanigen effuziv çökmə süxurları yayılmışdır. Qarabağda, ümumiyyətlə Qarabağ zonasında və vulkanogen süxurlara, yəni rast gəlinib Qarabağdır. Qarabağ bunu, yəni digər ərazilərdən fərqli ola bilməz. Əksinə Qarabağda rast gəlinib. Ona görə 3'ü götürə bilmirik. Yerləşdiyi silsilə enlik istiqamətində uzanır. Yerləşdiyi silsilə enlik istiqamətində uzanır. Ömər aşırımı fikir verin. Ömər aşırımı bax. Ömər aşırımı yerləşir Murov dağda, təxminən bu hissədə enlik istiqamətində uzanır. Qarabağ silsiləsi isə uzunluq istiqamətində uzanır. Yəni bu fərqli xüsusiyyətdir. Ona görə 6'nı götürürəm. Sonra Tufan dağ üçün nival buzlaq relyef formaları malikdir. Böyük Qafqazda Tufan dağ 4191 metrə və burada buzlaq relyef forması yayılıb Böyük Kirsdən fərqli olaraq. Bu da fərqli xüsusiyyəti olduğu üçün götürürəm. Növbəti 65-ci suala baxaq. Eyni tipdir, eyni diaqram. Yan silsilə. Zəngəzur silsiləsinin cədvəldə göstərilən Zəngəzurun, bax Zəngəzurun, cədvəldə göstərilən coğrafi obyektlərlə oxşar xüsusiyyətlərini müəyyən edin. Baxaq. Yan silsilə. Filiz faydalı qazıntılar yayılmışdır. Yan silsilədə filiz faydalı qazıntılar oxşar xüsusiyyətdir. Zəngəzur, yan silsilə, ümumiyyətlə Böyük Qafqazda filiz mənşəli faydalı qazıntı demək olar ki, yoxdur. Ona görə varsa da polimetal yataqları var. Bax bu Zaqatala, Lahıc, Zaqatala, Balakan zonasında. Ancaq yan silsilədə rast gəlinmir. Ona görə 1'i götürə bilmirəm. Sonra yan silsilə üçün başqa xüsusiyyət. Mütləq hündürlüyü 3500 metrdən çoxdur. Yan silsilənin hündürlüyü 3500'dən çox. Həmçinin Zəngəzur da çoxdur. Yəni oxşar xüsusiyyətdir. Bizdən də oxşar istəyir, götürürəm. Tektonik qırılmalarla parçalanmışdır. Qırılmalar hər birində var. Dağlıq ərazilər olduğu üçün ölkəmizdə Zəngəzur, Böyük Qafqaz, yan silsilə, tektonik qırılmalar mövcuddur hər birində. Sonra gəldik Qarabağ vulkanik yaylasına. Fikir verin, vulkanogen çöküntülər yayılmışdır. Vulkanik yaylada vulkanogen çöküntülər mövcuddur. Həmçinin Naxçıvanda da, Zəngəzur silsiləsində də vulkanogen çöküntülər yayılmışdır. Yəni oxşar xüsusiyyət dediyi üçün 4'ü də götürməyə məcburam.
Sonra 5'e baxaq. Sönmüş vulkan konusları yayılmışdır. Sönmüş vulkan konusları Qarabağ vulkanik ailəsində var. Ancaq Naxçıvanda sönmüş vulkanın konusları yoxdur. Ona görə 5-i götürə bilmirəm. Bir də belə bir cümlə vardı ki, Qarabağ vulkanik ailəsi, ümumiyyətlə Qarabağ zonasında vulkanın deyir, özü də olub, izi də görünməkdədir. Ancaq Naxçıvanda vulkan izləri var, sadəcə orada vulkanın özü, yəni sönmüş vulkanik dağ, vulkan konusları yoxdur. Ona görə bu fikir sönmüş vulkan konuslarının olmamasını deyir bizdən, bəli. Daha doğrusu yayılmışdır. Qarabağda yayılıb, yalnız Naxçıvanda yayılmamışdır. Sonra vulkanik yayla sərhəddə yerləşir. Bəli, bu hissədə vulkanik yayla Ermənistanla sərhəddir. Həmçinin Zəngəzur Ermənistanla sərhəddir. Yəni ki, bu oxşar xüsusiyyətli götürürəm. Gəldik Murovdağa. Fikir verin Murovdağ. Kiçik Qafqaz tektonik qalxma zonasında yerləşir. Bəli, həm Zəngəzur, həm Murovdağ oxşar xüsusiyyətdir. Paleozoy yaşlı suxurlar səthə çıxdığı silsilələrdir. Paleozoy yaşlı suxurlar səthə çıxdığı silsilələrdir. Xeyr, paleozoy yaşlı suxurlar, bax burada sədərək qalxması da mövcud olub. Sonra, bax bu hissədə Tovuzda Əsrik çay, Zəyamçay hövzəsində mövcud olub. Ona görə 8-i götürə bilmirəm. Filiz və qeyri-filiz faydalı qazıntılar yayılmışdır. Bəli, Kiçik Qafqazda, Naxçıvan dağlarında filiz və qeyri-filiz, yəni ki, yayılıb, oxşar xüsusiyyətdir. Növbəti 66-cı sual. Verilmiş dağ zirvələrinə əsasən doğru xüsusiyyətləri müəyyən edin. Böyük Kiç yerləşir Qarabağ dağlarında. Qızılboğaz, Dübrar, Qızyurdu, Qazangöldə, Böyük İşıqlı. Baxaq, 1-2-5. Mütləq hündürlüyü 3000 metrdən azdır. Böyük Kiç 2725 metrə. Qızyurdu 2433 metrə, Dübrar 2205 metrə. 3000 metrdən azdır hər biri. Doğru deyirsə, bəli, hər biri doğrudur, biri götürməyə məcburam. Sonra 2, 4, 6 eyni tektonik zonada yerləşir. 2 Qızyurdu, Qazangöl dağ və 6 Böyük İşıqlı. Hər biri Kiçik Qafqaz tektonik qalxma zonasındadır. Ona görə 2-ni də götürməyə məcburam. 3, 4, 6 Neogen dövrünün sönmüş vulkanlarıdır. 3, 4, 6. 3 Qızılboğaz sönmüş vulkandır. 4 Qazangöl dağ, xeyr, sönmüş vulkan deyil. 6 Böyük İşıqlı sönmüş vulkandır. Yalnız Qazangöl dağa görə 3-ü götürə bilmirəm. 1, 3, 6 Qarabağ silsiləsində yerləşirlər. Böyük Kiç, bəli, Qarabağ silsiləsindədir. Sonra Böyük İşıqlı yerləşir vulkanik yaylada, ona görə götürə bilmirəm. 2, 3, 5 Yura dövrünün çöküntüləri üstünlük təşkil edir. 2-də Qızyurdunda Yura dövrü, xeyr, Qızyurdunda Paleogen dövrünün çöküntüləri yayılıb. Ona görə misal üçün ümumiyyətlə oburlarına baxmağa belə ehtiyac yoxdur. Baxsaq belə Dübrarda Yura yayılıb. Böyük Qafqazın yüksək orta dağlığı təbaşiri, yüksək dağlığı Yuradır. Yəni yayıla bilər. Sonra 3 hansıdır? 3 Qızılboğazda 4-cü dövrün suxurlarıdır, vulkanogen suxurlarıdır. Ona görə 5-i götürə bilmirəm. 1, 2 A variantı. 67. Uyğunluğun pozulduğu sıranı müəyyən edin. Tektonik zonanı verib. Böyük Qafqaz qalxması, coğrafi obyekt Bozdağ silsiləsi. Bozdağ silsiləsi Kür tektonik çökməsindədir. Bax bu hissədə. Kür tektonik çökməsindədir. Qalxmada yox. Ona görə biri götürə bilmərəm. Bizdən burada pozulduğu deyirsə, pozulduğu üçün biri götürürəm. Kiçik Qafqaz qalxması Zəngəzur silsiləsi. Bu düzgündür. Kiçik Qafqaz qalxması Zəngəzur silsiləsi. Ona görə götürə bilmirəm. Kür çökəkliyi mil düzü. Kür çökəkliyində bəli mil düzü var. Uyğundur, götürmürəm. Ön Qafqaz çökməsi Samur dəvəçi ovalığı. Ön Qafqaz çökməsində nə var? Samur dəvəçi ovalığı. Burada heç bir problem yoxdur. Düzgündür. Ona görə götürə bilmirəm. Araz Cavan platforması Naxçıvan, Dərəliyəs silsiləsi, xeyr. Dərəliyəs silsiləsi, bax burada Dərəliyəs silsiləsi. Kiçik Qafqaz qalxmasındadır. Bu Araz Cavan çökməsində Sədərək Şərir Böyükdüz, Naxçıvan düzləri yerləşir. Bu yanlış fikir olduğu üçün 5-i götürürəm. 68.
Palçıq vulkanlarına aid olan xüsusiyyətləri müəyyən edin. Baxaq. Ətrafında sönmüş salzadan ibarət birekçi. Bəli, palçıq vulkanlarından püskürən salza səthdə çıxıb bir neçə müddətdən sonra soyuduqda parçalanmış belə deyim, birekçiyə çevrilir. Bu düz fikirdir, götürürəm. Filiz faydalı qazıntıların yaranmasına səbəb olur. Xeyr, palçıq vulkanı filiz yarada bilməz. O əsas tərkibli vulkan olmalıdır. Çökmə suxurlarda yaranırlar. Bəli, üzvü mənşəli çökmə suxurların olduğu ərazilərdə yarana bilir palçıq vulkanları. Yayıldığı ərazilərdə filiz ehtiyatları xeyr, yayıldığı ərazilərdə filiz ehtiyatının, yəni ki, palçıq vulkanı ilə əlaqəsi yoxdur. Aydındır. Filiz ehtiyatları magma püskürən, lava püskürən vulkanlar, yəni əsas tərkibli vulkanların aid olan xüsusiyyətdir. Yayıldığı ərazilərdə fikir verin, neft qaz ehtiyatları rast gəlinir. Bəli, palçıq vulkanları olan yerlərdə neftli qazlı ərazilər hesab edilir. Yalnız ovalıqlar üçün səciyyəvidir, xeyr. Bu ola bilər ki, ümumiyyətlə ölkəmizdə, misal üçün Torağaya baxın, Böyük Qafqaz qalxmasındadır. Yəni ovalıqda yox, qalxmada da ola bilər. Respublikamızın relyefinə aid olan xüsusiyyətləri müəyyən edin. Böyük Qafqaz dağları şimal-qərbdən cənub-şərqə doğru uzanır, düz fikirdir. Götürürəm. Böyük Qafqaz dağları şimal-şərqdən cənub-şərqə doğru alçalır deyil. Bəli, Baba dağdan cənub-şərqə doğru getdikcə dağ zirvəsi alçalır. Bu düz fikirdir. Qərb sərhəddimiz Murovdağ və Qarabağ silsilələrindən keçir. Ölkəmizin qərb sərhəddi Murovdağ və Qarabağ silsilələrindən keçir. Xeyr, bu silsilələrin heç biri sərhəddə yerləşmir. Ümumiyyətlə, Murovdağ, Qarabağ silsiləsi ölkənin daxilində yerləşir. Fikir verirsinizsə, sərhəddə yerləşmir. Böyük Qafqaz Azərbaycanda Tinov-Rosso zirvəsindən yerləşir. Yəni, Tinov-Rosso zirvəsindən başlayırmı? Bəli, düz fikirdir. Ovalıqların hamısı dəniz səviyyəsindən aşağıda yerləşirmi? Xeyr. Misal üçün, belə deyim də, Qarayazı düzü və yaxud da Sədrək şəhəri, Böyük düz, Naxçıvan düzləri Xəzər dənizi səviyyəsindən aşağıda yerləşmir. Yəni. Bu səhv fikirdir. Respublikamızda Böyük Qafqazın ən hündür zirvəsi yan silsilədə yerləşir. Böyük Qafqazın ən hündür zirvəsi Baş Qafqazda yerləşir. Yəni, yan silsilədə yox. Relyefin mürəkkəbliyi geoloji inkişafın tarixi ilə bağlıdır. Bəli. Relyef nə qədər mürəkkəb olsa, orada geoloji quruluş da fərqli olacaq. Ərazinin relyefdə rəngarəng olacaq. Orada çıxarılan faydalı qazıntıların da zənginliyi kifayət qədər, yəni miqdarı bol olacaq. Aydındır. 70-ə baxaq. Respublikamızın sərhədləri boyu yerləşən coğrafi obyektlər. Baxaq coğrafi obyektləri. Peştəsər silsiləsi, Talış və Peştəsər silsiləsi. Bax, fikir verin bu hissəyə. Bax, bura Talış silsiləsidir, sərhəd. Burada Peştəsərdir, burada da Brovar. Brovar silsiləsində müəyyən qədər sərhəddə düşür, Talış silsiləsi də. Yalnız bu Peştəsər silsiləsi sərhəddə düşmür, yəni. Ona görə biri götürə bilmirik. Şərqi Göyçə silsiləsi, fikir verin, sərhəddir Ermənistanla. Sudur silsiləsi Rusiya ilə sərhəddir. Dərəliyə silsiləsi, bax, burada Ermənistanla sərhəddir. Qarabağ silsiləsi burada yerləşir, sərhəddə düşmür. 71. Al silsiləsi Şahdağ və Şərqi Göyçə silsilələrinin kəsişməsindən başlayaraq Al silsiləsinin yeri görək hara düşür. Deyir ki, Şərqi Göyçə ilə Şahdağ silsiləsinin, Şərqi Göyçə burada, Şahdağ silsiləsinin deyir, bitişdiyi yerdən başlayır. Yəqin ki, söhbət Murovdağ silsiləsindən gedəcək. Murovdağ silsiləsindən. Yəni, bax, bu silsilədən. Şərqi Göyçə ilə Şahdağ silsiləsinin sərhəddindən başlayır, deyir. 71. A silsiləsi Şahdağ və Şərqi Göyçə silsilələrinin kəsişməsindən başlayaraq şərqə doğru enlik istiqamətində uzanır. Bu silsilənin mütləq hündürlüyü 3700 metrdən çoxdur. A silsiləsinin şimal-şərq yamacında zəngin dəmir filizi və alüminit yataqları vardır. A silsiləsinə aid olan xüsusiyyətləri müəyyən edib yazın. A silsiləsi Şahdağ silsiləsidir. Daha doğrusu Murovdağ silsiləsidir. Şahdağ silsiləsində bir hissəsi Şahdağ silsiləsində, bir hissəsi isə Şərqi Göyçə silsiləsindən başlayır, şərqə doğru uzanır. Bunun deyir ümumiyyətlə şimal yamaclarında, şimal-qərb
yamazlarında yerləşir. Daşkəsən rayonu, orada alnüt yataqları var, dəmir filiz yataqları mövcuddur. Bu da bəlli məsələdir. Hündürlüyü 3700 metrdən çoxdur. Ən hündür yeri Camış dağıdır. Burada görsənir 3724 metrə. Baxaq bir-bir şərtlərin variantlarına. Fiziki coğrafi rayonlar arasında sərhəddir. Bəli, Gəncə fiziki coğrafi rayonu ilə Qarabağ fiziki coğrafi rayonu arasında sərhəddir. Tektonik qırılmalarla parçalanmışdır. Tektonik qırılmalarla, bəli, ümumiyyətlə Böyük Qafqaz olsun, Kiçik Qafqaz olsun, tektonik qırılmalarla parçalanmışdır. Ən hündür zirvəsi Hinaldağ zirvəsidir. Xeyr, Camış dağıdır. Qırışıq qaymalı Nival buzlaq relyef formalarına rast gəlinir. Bəli, yüksək dağlıq ərazilərdir. Buzlaqlar relyef formalarına rast gəlinir. Gilli karslardan ibarət olan arid ərazi deyil. Dağarası çökəkliklərdə palçıq vulkanı yoxdur. 72-yə baxaq. Peştəsər silsiləsini Bozdağ silsiləsindən fərqləndirən xüsusiyyət. Peştəsər silsiləsi, bax, yerləşir Talışda, bax, bu hissədə. Bozdağ silsiləsi isə yerləşir bu hissədə. Deməli, Peştəsəri Bozdağdan fərqləndirsin. Kiçik Qafqaz tektonik qalxma zonasında yerləşir. Peştəsər, bəli, yerləşir. Kiçik Qafqaz tektonik qalxma zonasındadır. Vulkanogen çökmə süxurlar yayılmışdır. Vulkanogen çökmə süxurlar, bəli, Talışda mövcuddur, ancaq Küraraz ovalığında, Bozdağda mövcud deyil. Ona görə ikini də götürürük. Mütləq hündürlüyü 2500-dən yüksəkdir. Xeyr, hər birinin hündürlüyü 2500-dən aşağıdır. Alp-Himalay geosinklinal qurşağında yerləşir. Ümumiyyətlə, bu oxşar xüsusiyyətdir. Azərbaycan Alp-Himalay qurşağında yerləşir. Kür çayından cənubda yerləşir. Kür çayından cənubda yerləşir. Xeyr, Kür çayından bəli, cənubda yerləşir. Ancaq Bozdağ silsiləsi də Kürün cənubundadır. Yəni, bu hər ikisinə aid olan xüsusiyyətdir. Ona görə götürə bilmirik. 73-ə baxaq. Cədvəldə verilən düzlərdən hansılarının yerini dəyişsək, onların şimal-qərbdən cənub-şərqə doğru düzgün sırasını müəyyən etmək olar. Şimal-qərbdən cənub-şərqə doğru. Bax, şimali-qərbdən cənub-şərqə. Təxminən istiqamət bu istiqamətdə olmalıdır. Baxaq. Sədərək, Şərur, Gülüstan, Naxçıvan, Ordubad. Ümumiyyətlə, bu düzlərin yerini bilmək lazımdır. Bax, bu hissədə Sədərəkdir. Sədərək, Şərur. Sonra Böyükdüz, Naxçıvan var. Sonra Gülüstan düzü var. Burada Yayçı düzü var. Bir də bu hissədə Ordubad düzü var. Bunların ardıcıllığı bax bu formadadır. Variantda özünüz yerinə qoyub yazarsınız. Növbəti suala baxaq. Növbəti sualımız neçənci? 74-cü sual. Cədvəldə verilən düzlərdən hansılarının yerini dəyişsək, onların cənub-qərbdən şimal-şərqə doğru düzgün sırasını müəyyən edir. Bir-bir baxırıq, ümumiyyətlə düzənliklərin yerinə baxırıq. Mil düzü, bax, bu hissədədir. Sonra Muğan düzü bu hissədə. Gəyən, İncə, Hərami düzləri. Hərami, İncə və Gəyən düzləri. Bunların ardıcılığı bu formadadır. 75. Xəritə sıxımı əsasən akkumulyativ və allüvial düzənliklərin olduğu əraziləri müəyyən edin. Akkumulyativ düzənliklər, yəni ovalıqların olduğu əraziləri bizdən soruşur. Baxaq. Və allüvial düzənliklərin həm ovalıq olsun, həm də ki, hansı ərazi olmalıdır? Yəni, çayların gətirdiyi allüvial çöküntülər olmalıdır. Həmin ərazilər dağlardan düzənliklərə çıxan ərazilərdə ola bilər. Dağlardan hara düzənliklərə çıxan ərazilərdə bu süxurlar yayılıb, allüvial çöküntülər. İndi fikir verin, baxın bu hissəyə. Samur Dəvəçi ovalığı. Dağlardan gələn çaylar bu hissədə allüvial çöküntülər yayıb. Həmçinin Qanı Xəyri çayda Baş Qafqazdan gələn çaylar bu hissədə allüvial çöküntülər yayılıb. Həmçinin, bax bu, Naxçıvanda Arazboyu düzənliklərdə dağlardan gələn çaylar həmin ərazidə allüvial çöküntülər yayıb. 76. Respublikamızda mütləq hündürlüyü 3000 metrdən yüksək zirvələri müvafiq olaraq dağ silsilələr. Baxaq, Talış dağlarının ən hündür zirvəsi Gömürgöydür, 2493 olmaz. Zəngəzur
Zəngəzurun ən hündür zirvəsi Qapıcıqdır, 3904 metrə olar. Murovdağ 3724 metrə Camışdağdır, götürə bilərik. Qarabağ silsiləsinin ən hündür zirvəsi Böyük Kirsdir, bax burada göstərilir 2725 metrə, ona görə olmaz. Baş Qafqaz silsiləsinin ən hündür hissəsi deməli hansıdır? Baş Qafqazda, baş su ayrıcıdadır. Ən hündür zirvəsi isə 4466 Bazardüzü, Azərbaycanın ən hündür zirvəsi. Brovar silsiləsi isə yerləşir Talışda, onun da hündürlüyü ümumiyyətlə Talışda ən hündür zirvə Gömürgöydür, o da 2493 metrədir. Ona görə brovar da olmaz. 77. Uyğunluq pozulmuşdur. Dəlidağ, Qarabağ vulkanik yaylasında Kaynazoy dövrünün 4-cü dövrün süxurları burada yayılmışdır. Hündürlüyü də nə qədərdir? 3616. Burada uyğunluq pozulmayıb. Ona görə bax bu 6-da uyğunluq pozulmayıb. Bizdən pozulanı istəyir, baxaq. Böyük Hinaldağ, Ceyrançöl Acınohur alçaq dağlığı, Böyük Hinaldağ, xeyr, Ceyrançöl Acınohur alçaq dağlığında deyil, yerləşir hansı ərazidə? Bax bu ərazidə yerləşir. Böyük Hinaldağ yerləşir Şahdağ silsiləsində. Şahdağ silsiləsində, baxın bu əraziyə fikir verin. Uyğunluq pozulub. Uyğunluq pozulduğu üçün 5-i götürürük. Sonra Dübrar silsiləsi. Zaqatala Lahıc. Dübrar silsiləsi yerləşir bax bu hissədə. Zaqatala Lahıc isə bax yerləşir bu hissədə. Ona görə burada da uyğunluq pozulub. Uyğunluq pozulduğu üçün 4-ü də götürürük. Sonra Biçənək aşırımı Günnüt Qapıcıqda yerləşir. Biçənək aşırımı yerləşir harada? Günnüt Qapıcıqda. Bəli, fiziki coğrafi rayonunda yerləşir. Burada heç bir uyğunluq pozulmayıb və Kaynazoya aiddirmi? Bəli, Cavan dağlar Kaynazoy problem yoxdur. Sonra Torağay, Torağay vulkanı yerləşir deyir Küdri Şirvanda. Torağay vulkanı təxminən bax yerləşir bu hissədə. Burada Küdri Şirvanda deyir yerləşir Mezozoy dövrü. Bax burada da uyğunluq pozulub, ona görə ikini də götürmək məcburiyyətindəyik. Gömürgöy Talışda və Kaynazoyda. Gömürgöy Talış silsiləsində və Kaynazoyun Cavan dağıdır. Uyğunluq pozulmuyor, problem yoxdur. Ona görə götürə bilmərik. 78. Doğru olmayan sıraları müəyyən edin. Relyef vahidi yerləşdiyi ərazi. Ələt tirəsi, fikir verin ələt tirəsinə. Bax təxminən bu hissədə. Ələt tirəsi. Nə istəyir bizdən? Yerləşdiyi ərazi Qobustan alçaq dağlığı ilə Cənub-Şərqi Şirvan düzünün arasında. Bəli, Qobustan alçaq dağlığı ilə Ələt tirəsi Cənub-Şərqi Şirvan düzünün ərazisindədir. Bu düz fikirdir. Bizə yanlış olan lazımdır. Doğru olmayan. Ona görə biri götürmürük. Muğan düzü Kür çayı və Xəzər dənizi sahillərində. Muğan düzü burada Kür çayı ilə Xəzər dənizinin sahillərində. Harada yerləşir? Muğan düzü ilə deyir ki, Kür çayının sahilindədir, tamam bəllidir. Amma Xəzər dənizinin sahilindədirmi? Xeyr. Çünki onun arasında Cənub-Şərqi Şirvan düzü və yaxud da Səlyan düzü icazə vermir ki, Muğan düzü Xəzər dənizinin sahilində olsun. Yanlış fikir olduğu üçün götürürük. Gəncə Qazaq düzü Murovdağ silsiləsi ilə Kür çayının arasında. Gəncə Qazaq düzü harada? Murovdağ silsiləsi ilə bəli, Kür çayının arasında bəli düzdür. Ona görə götürə bilmərik. Şirvan düzü baş suarcı silsiləsi ilə Ceyrançöl düzü arasında. Şirvan düzü baş suarcı silsiləsi ilə Ceyrançöl düzünün arasında. Xeyr, yanlış fikirdir, ona görə götürürük. Mil düzü Qarabağ düzündən şərqdə. Harada? Baxın Mil düzünə. Qarabağ düzü də bu hissədə. Qarabağ düzündən bəli şərqdədir, düzgün fikirdir. Növbəti 79-cu suala baxaq. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Xüsusiyyətlər, Talış dağları, dövlət sərhəddi boyunca uzanırmı Talış dağları? Bəli, düzgün fikirdir. Qarabağ silsiləsi, dövlət sərhəddi boyunca uzanırmı Qarabağ silsiləsi? Xeyr, mənfi qoyub, bu da düzgündür. Zəngəzur silsiləsi, bəli, Qarabağ dövlət sərhəddi boyunca Zəngəzur silsiləsi Ermənistanla sərhəddədir. Burada plus qoyub, bəli, ona görə bu düzgün fikirdir. Biri götürürük. Sonra Kiçik Qafqaz tektonik qalxma zonasında yerləşir. Talış dağları yerləşir, bəli. Burada plus olmalıydı. Minus qoyub, səhvdir. Paleogen dövrünün vulkanik çöküntüləri geniş sahə tutur.
Paleogen dövrünün vulkanik çöküntüləri geniş sahətdir. Talış dağları və Naxçıvanda bəli geniş sahətdir, plus düzdür. Qarabağ silsiləsində xeyr, geniş sahə tutmur. Aydındır, olmaz. Zəngəzur silsiləsində Paleogen dövrünün çöküntüləri dedik ki, Talış dağları və Naxçıvan dağlıqlarında geniş sahə tutur. Burada da problem yoxdur, arıcılıq düzgündür. 4-ə baxaq. Mineral bulaqlar yayılmışdır. Talış silsiləsində mineral bulaqlar yayılmışdır. Talışda mineral bulaqlar Talış silsiləsində mineral bulaqlar yayılmışdır. Burada müsbət olmalıydı. Mənfi olduğuna görə ümumiyyətlə 4 də yanlış fikir olacaq. Filiz faydalı qazıntı yataqları malikdir. Talış silsiləsində filiz mənşəli faydalı qazıntı yataqlarına malik deyil. Xeyr, mənfi olmalıydı. Burada müsbət yanlışdır. Mütləq hündürlük 3000 metrdən aşağıdır. Talışda bəli 3000-dən aşağıdır, düzdür. Qarabağ silsiləsində bəli 2725 metrə, böyük kiç aşağıdır. Zəngəzur silsiləsi 3000 metrdən yuxarıdır. Yəni bu yanlışdır. Mənfi olur. Ona görə də burada da uyğunluq düzgündür. Altını da götürürük. 1, 3, 6. Növbəti 80-ci sonuncu suala baxaq. Doğrunun qabağından doğru, yanlışın qabağından yanlış olmalıdır. Böyük Qafqaz dağları Taman yarımadasından Abşeron yarımadasına dək uzanır. Böyük Qafqaz dağları Krım bəli Taman yarımadasından düz Abşeron yarımadasına dək uzanır. Bəli, doğru fikirdir bu. Götürməliyik. Kiçik Qafqaz dağları Böyük Qafqaza nisbətən daha çox parçalanmışdır. Kiçik Qafqaz dağları deyir, Böyük Qafqaza nisbətən daha çox parçalanmışdır. Sizdən soruşuram, Kiçik Qafqaz daha çox parçalanıb yoxsa Böyük Qafqaz? Yoldaşlar, ölkəmizdə bax bunu birmənalı şəkildə yadda saxlayın ki, Böyük Qafqaz dağları Kiçik Qafqaz dağlarına nisbətən daha çox parçalanmışdır və daha çox şiş ucludur. Aydındır. Bunu yadda saxlayın. Bu fikir yanlış olduğu üçün, bizə də yanlışdan doğru lazım olduğu üçün 2-ni götürürük. Bir də bəli, bir də doğru dedim, bir də götürürük. Azərbaycanın 2 ən hündür dağ zirvəsi eyni silsilədə yerləşir. Azərbaycanın 2 ən hündür dağ zirvəsi eyni silsilədə yerləşir. Azərbaycanın ən hündür dağ zirvələri hansılardır? 2 dənə, ilk hündürlən. Deməli 4466 Bazardüzü, 4301 metrə Zəfər zirvəsi. Bunlar hər biri harada yerləşir? Baş Qafqazda. Burada yanlış yox, doğru olsaydı 3'ü götürə bilərdik. Şahdağ və Şərqi Göyçə silsilələrinin kəsişməsindən şərqə doğru Murovdağ silsiləsi uzanır. Bəli, bayaq dediyim kimi Şahdağla Şərqi Göyçənin kəsişməsindən şərqə doğru nə uzanır? Murovdağ silsiləsi uzanır. Bax bu hissədə. Doğru olduğu üçün götürürük. Lənkəran ovalığı Talış dağları ilə Xəzər dənizi arasında yerləşir. Lənkəran ovalığı Talış dağları ilə Xəzər dənizinin arasında yerləşir. Doğru olsaydı götürərdik. Yanlış olduğu üçün götürmürük. Azərbaycanda palçıq vulkanları yalnız Böyük Qafqaz tektonik qalxmasında yerləşir. Azərbaycanda palçıq vulkanları yalnız Böyük Qafqaz tektonik qalxmasında yox, müəyyən qədər də Kür tektonik çökməsində yerləşir. Ona görə bu yanlış fikir olduğu üçün altını daha götürə bilməliyik. Deməli, sualımızın cavabı olur 1, 2, 4. Bu da 80-ci sonuncu sualımız idi. Çox sağ olun diqqətinizə görə. Təşəkkürlər.